Var sualınız müəllimlər? Yox müəllimə hələ ki. Hələ ki yoxdur. Bilmirsiniz, Yox. sertifikasiya müəllimləri daha çoxdur, hə, burada? Bəli. Vaxtımız yarım qalmışdı. Bir-bir oxuyuruq və ətraflı şəkildə danışırıq. Hər hansı bir sualınız da varsa ünvanlaya bilərsiniz. Paylaşıma keçməmişdən öncə sualınız varsa, sualınızı cavablandırım, yoxdursa gedək testə. Hər vaxtınız xeyir, Aynur Hər müəllimə. vaxtınız xeyir olsun müəllim. Mənim sualım vardı. Mən diferensial yanaşma ilə diferensial təlimdir, yoxsa bax onların fərqləndirməyə çətin çəkirəm. Bax mən sizə deyim. Diferensial yanaşma və diferensial mühit olar, hə müəllimə? Bəli, müəllim. Bax onu çətinlik çəkirəm də, yəni onları nətər deyim sizə. Yəni desəm mən onu izah edə bilmirəm də, nətər deyim belə fikrim çatdırmaq üçün deyim də. Mühit və diferensial yanaşma, düzdür müəllimə? Bəli, müəllimə. Aha. Ümumiyyətlə siz necə başa düşürsünüz bunu? Ayırd edə bilmirsiniz? Sadəcə fikrinizi çatdıra bilmədiniz. Mən diferensial bilirəm ki, fərdi yanaşmadır. Yəni nətər deyim sizə? Yəni mənasını bilirəm, amma onu ayırd edə bilmirəm ki, hansı yanaşmadır, hansı mühitdir. Bax bu baxımdan. Yanaşma. Birinci olaraq biz mühit yaradırıq əgər diferensial mühit. Xanım müəllimə, səhv etmirəmsə sizdədir səs. Xahiş etsəm bağlayarsınız səsi. Sizdən səs gəlir. Hayır olun. Səhv etmirəm. Müəllimə bağlaya bilmirsiniz? Bağlayayım. Aha, müəllimə, ilk öncə diferensial mühit nədir? Diferensial mühit odur ki, sizin qrupunuzda fərqli ehtiyaclara, fərqli inkişaf sahələrinə, fərqli maraqlara uyğunlaşdırılmış bir tədris mühiti varsa, bu diferensial mühitdir. Yəni, mən uşaqlara eyni səviyyədə bir iş vermirəm, eyni fiziki mühiti təşkil etmirəm, materialları müxtəlif edirəm. Məsələn, tutaq ki, mənim qrupumda öyrənmə tərzi olaraq yox yalnız, mənim qrupumda qavrama olaraq da orta səviyyəli, aşağı səviyyəli və yüksək təfəkkürlü uşaq var. Buna uyğun şəkildə də mən material verirəmsə, asan, orta, çətin, oyun və fəaliyyətləri uşaqların fərdi ehtiyaclarını nəzərə alaraq qururamsa və ümumiyyətlə bütün uşaqlar üçün alternativ fikirlər yarada bilirəmsə, mən demək ki, düzgün şəkildə mühit qurmuşam. Yəni, burada mühit nədir? Məsələn, tutaq ki, biz bu günlərin rəngləri uşaqlara öyrədiriksə, bu rəngi uşağa fərqli formalarda öyrədə bilirəm və bu yaratdığım mühit diferensial mühitdir. Diferensial yanaşma isə mən fərdi ehtiyacları, fərdi qabiliyyətləri, fərdi inkişaf səviyyələrini və yaxud da ki, belə bir şey deyək də, psixoloji xüsusiyyətlərini, maraq dairəsini, nəyə ehtiyacı var, onu nəzərə alıramsa, burada diferensial yanaşmanı nəzərə alıram. Yəni, uşağın hazırki inkişaf səviyyəsinə uyğunlaşması, hazırki öyrənmə tərzinə uyğunlaşmağı, hazırki hər hansı bir, belə deyək də, uşağın tempini nəzərə almağım, ona diferensial yanaşmağımdır. Diferensial mühit isə orada, məsələn, keçirəcəyiniz fəaliyyətdə o mühiti uyğunlaşdırmağınızdır. Diferensial mühit qrupdakı bütün uşaqlara uyğun olaraq, qrupdakı bütün uşaqların ehtiyaclarını qarşılayacağınız materiallar seçməyiniz, fəaliyyət seçməyiniz, fiziki mühiti ona uyğun şəkildə qurmağınızdır. Diferensial yanaşma da bu fəaliyyətdə uşağa ümumi olaraq öz ehtiyacına uyğun yanaşmağınızdır. Sadəcə bu qədər bəsit. Aydındır Sevda müəllimə? Müəllimə, onda belə başa düşürəm ki, diferensial mühit kollektiv şəkildə yanaşmadır, yəni ümumi yanaşmadır, amma diferensial yanaşma fərdidir. Diferensial mühit belə başa düşürəm. Müxtəlifliyi nəzərə alan mühitdir. Yalnız, məsələn, tutaq ki, mənim oyuncaqlarım var və yaxud da ki, belə deyək də, mən puzzle'larım var. Bu puzzle'lar müxtəlif səviyyədə ola bilər. Çətin puzzle'lar ola bilər, orta səviyyəli puzzle'lar ola bilər, asan puzzle'lar ola bilər. Yəni, mən burada diferensiallığı, uşağın qavrama tərzini nəzərə almışam. Aydındır? Yəni, burada bu mühiti yaratmışam. Yəni onda hamını nəzərə alaraq mən o mühiti qururam. İndi necə deyim, bilirəm ki, filan kəs asan, yəni bunu asan götürə bilər, çətin götürə bilər. Yəni ümumi yanaşmada, ümumi qrupa nətər deyim, tutaq ki, məktəb azad qrupu, ümumi uşaqlar adında bir şey yoxdur. Diferensiallıqda eyni, ümumi deyil. Fərdidir, müxtəliflikdir. Eyni sözü, ümumi sözü diferensial yanaşmaya ziddir. Bunu deyim biləsiniz. Aydındır?
Yaxşı Məsəl üçün müəllimə, Hə, çox sağ ol müxtəlifliyi müəllimə. nəzərə Ə, alırsınız. Qrupunuzda mühitinizi Asiya müəllimə, məsələni içdək. hə, ona aid bir məsələ. Məsəl üçün tutaq ki, idman güşəsidir. Olur da bağçalarda idman güşəsi. İdman güşəsində məsəl üçün normal uşaqlar üçün normal top qoyuram. Məsələn, inklüziv uşaqlar üçün O yumşaq top artıq qoyuram. inklüziv Bu yanaşmaya gedir. dif- Yox. Elə bir nəyə çıxır müəllimə? müəllimə. Biz inklüziv Hı. yanaşma bizim təhsilə gəlməmişdən əvvəl, inteqrasiya etməmişdən əvvəl təhsilə biz Hı -hı. uşaqlara inklüziv yox, diferensial yanaşırdıq. Artıq onun adı olacaq inklüziv təhsil. Çünki sən orada belə deyək də müxtəlif uşaqları nəzərə alırsan. Burada isə uşaqların ehtiyaclarını, burada inklüzivlikdən söhbət getmir. Hər qrupda inklüziv uşaq yoxdur. Bu gün bütün qrupda tipik uşaqlar olan müəssisə də var ki, uşaqların hamısı tipikdir, sağlamdır. Amma qavrama zəif ola bilər, amma öyrənmə zəif ola bilər, amma kommunikasiya zəif ola bilər, amma vizuallıq zəif ola bilər, kinestetiklik zəif ola bilər, məsələn, kommunikasiya güclü ola bilər. Bunları nəzərə alıram. Bütün ehtiyaclar Başa düşdüm. aydındır. Əgər Bəli, siz, bəli, mən bəli. bildim nə demək istəyirsiniz. Siz demək istəyirsiniz ki, idman gövşəsində oyuncaqları çox funksiyalı edim və bu çox Hı funksiyalı -hı. oyuncaqlar həm uşaq üçün nəzərdə tutulsun. Və bu doğrudur, amma inklüziv təhsil üçün diferensial nədir? Diferensial deyir ki, sənin bir qrupun var, amma qrupundakı uşaqların hamısı eyni deyil. Hərəsi bir cür öyrənir, mühitini ona uyğun şəkildə qur. Yanaşma Başa ki, düşdüm. fəaliyyət zamanı ona qabiliyyətinə, potensialına uyğun şəkildə yanaş. Sadəcə belə. Aydındır? Mhm. Aydın oldu. Bəli, Çox müəllimə, sağ ol. çox Təşəkkür Biz edirəm sağ müəllimə. olun. Başqa sualınız varsa buyurun. Hər hansı bir müəllim sualınız varsa sualları cavablandıraq, sonra keçək tezimizə. Var sualınız? Yoxdur? Yaxşı. Aynur müəllimə, axşamınız xeyir olsun. Necəsiz? Yaxşı olasınız müəllim. Müəllimə, o standart problemi yenə qruplar arasında böyük münaqişəyə səbəb olubdur. Təlimdə hətta deməli inklüziv təlimlə bağlı təlimdə deməli bağça müəllimləri arasında böyük bir problem olubdur ki, iki standartı biz bir məşğələyə yaza bilmərik. Sizdən xahiş edirəm, onu səsli formada öz qrupunuza atardınız müəllimə ki, həqiqətən də istifadə etmək olur. Məşğələdən asılı olaraq, mövzudan asılı olaraq biz bir məşğələmizdə bir neçə standartdan istifadə edə Bir bilərik. neçə yox, iki standartdan Yəni ən çox iki standartdan da deyirlər ki, bizdə elə bil ki, güya regionaldan yoxlama gələndə bizdə tamamilə qadağan eləyiblər ki, bu olmaz. Mümkün deyil. Səbəb İkinci standartı sən heç cür yaza İkinci bilməzsən. standartı necə yazmısınız? Əsas standartları eynidir. Bəli, əsas standarta uyğun. Uyğun əsas standartlar eyni və alt standart Tutaq ki, idrakdan yaxınlısı yaza bilərsiniz müəllimə. bəli. Belə bir şey deyim. Bax, məsələn, adi sizə bir şey deyim də, uşağı yormamaq üçün bir fəaliyyət verirəm uşağa. Məsələn, nə verirəm? Fəaliyyətimdə uşağa verirəm şəkil çəkmək. Şəkil çəkmək 3.1.1 standartıdır, düzdür? Şəkildə rəngləmək nədir? 3, 1, 2 deyil. 1, 3, 1, 2-dir, bəli. Onu verə Bunu bilərsiniz. mən də izah edirəm. Bəli, mən də deyirəm, deyirlər ki, yox. Şəkil Bizə mütləq deyirlər ki, olmaz. çəkilməsə rəngləyirsən. Kim deyibdi onu? Deyək ki, regiondan gələn yoxlama deyirdi. Yəni, çoxsu da gələn miqlərdir, spor eləyən deyim də, mübahisə eləyən çoxsu o miqlərdir. Deyirlər ki, bu olmaz, o olmaz. Bizə deyir ki, axı, bizə deyirlər ki, məsələn, perspektiv planları da var da, müəllim, o əlavə standart götürə bilərik, əlavə resurs götürə bilərik, əlavə inteqrasiya əlavə edə edə bilərik. bilərsiniz, amma standartı dəyişə bilməzsiniz. Dəyişə bilmərik, bəli. Tamamilə dəyişə bilmərik, amma əlavə edə bilərik. Niyə bunu siz belə deyək də, tam peşəkar şəkildə izah edə bilmirsiniz? Mənə o maraqlıdır. Niyə izah edə bilmirsiniz? Biz izah edirik, siz deyən kimi də ki, yəni o rəsm fəaliyyətində olduğu kimi də ki, yəni bir mövzuda, əgər biz bunu tamamilə uşağa açıq şəkildə başa salmaq istəyiriksə, biz bir neçə standartdan istifadə eləməliyik də. Bir standartı mən qoyum, onun üzərində durum, onda uşağı nə almaq ki? Müəllimə, ümumi olaraq müəllimlər sizə belə bir şey deyim ki, bir standart bir məşğələdə həyata keçirilmir, il boyu həyata keçirilir. Amma il boyu, mən verdiyim standartı inteqrasiyada verə bilmirəm.
Yəni onu məsələn 3-1 vermisənsə, sən 3-1-lə olan 4 olsun, 5 olsun, nə olur olsun, 3-1-lə olan heç bir fəaliyyəti sən gətirib inteqrasiyanı da verə bilməzsən. Çünki sənin yuxarıdakı əsas standartın nədirsə, məqsədin odur. İnteqrasiya sadəcə sənin fəaliyyətinə rənglilik qatır, əyləncə qatır, belə deyək, loğru dildə. Evet. Məsələ də burasındadır. Mən uşağa şəkil çəkdirirəmsə, mütləq də rəngləməliyəm və mən görürəm ki, bu standartı gətirib inteqrasiyada verə bilməyəcəmsə, mən onu əsas standart olaraq başda verirəm. Bunu mən demirəm, bu dövlətin bir tələbidir və bu rəsmi belə deyək də, necə deyək, rəsmi məlumatlarda da yer alır. O məlumatları mən sizə ötürərəm. Özünüz də bilirsiniz ki, rəsmi olmayan heç bir şey demirəm. Bəli, mən də dedim ki, AT-də yəni özündə var da, o mövzunu artırıb əlavə eləmək, mövzunu dəyişmək, inteqrasiya əlavə eləmək, resurs əlavə eləmək, standart əlavə eləmək. Bunu açıq şəkildə izah edirsə, sadəcə onlar deyirlər ki, yox, bizə O belə yox deyəndən səbəb həm də nə bilərsiniz? cari planlaşdırmada onlar nətər yazırlar? Tutaq ki, uşaqlar sözü də yazırlar. Elə olur ki, uşaqlar da yazmırlar, qaçırlar, hoppanırlar. O cari planda elə yazılır, yoxsa fərdi şəkildə yazılır, qaçır, hoppanır, tullanır, belə olmaz. Kollektiv formada yazılmır, fərdi formada yazmalısınız. Bəli, mən onu da izah elədim ki, yəni səhvin böyüyü elə onların öz planlaşdırmasındadır. Bir də müəllimə, axşam fəaliyyətində standart mütləq yazılmalıdır, yoxsa müəllimə onu yaza da bilər, yazmaya da. Məsələ orasındadır ki, sən hansı mövzunu seçmisən, hansı standarta uyğunlaşdırmalısan, onu yazmalısan. Hər fəaliyyətinizdə standart yazmağınızı məsləhət görürəm. Ona görə görürəm ki, standart yalnız məşğələ üçün nəzərdə tutulmur. Uşaq ayağını bağçaya barən sən standart reallaşdırırsan. Axşam fəaliyyəti də məqsəd budur, səhər fəaliyyəti də. Uşağa nə isə öyrədirəm, nəyə əsasən öyrədirəm? Deyir ki, müəllimə, sən nəyə əsasən öyrədəcəksən? Necə, bax gör, məsələn, nə öyrədəcəksən və onu necə öyrədəcəksən? Nə öyrədəcəm? Məsələn, 5 dərəsində sadə riyazi əməliyyatlar necə öyrədəcəm? Hansı mövzunu seçəcəm? Aydındır. Bir də mənim mübahisəli məsələdən biri də budur ki, tutaq ki, mən bugün heyvanlar götürmüşəm, mövzum ətraf aləmdən heyvanlardır. Elə səhər-səhər mən ya müşahidə, ya müsahibə verəmsə, heyvanları müşahidə, müsahibə eləməliyəm, əməkdə onu eləməliyəm, oyunda heyvana aid səhər, günorta, axşam. Elə olmalıdır. Bəli. Cari planlaşdırmada. Bəli, oyun olmalıdır və məntiqi ardıcıllığınız da burada özünü göstərir. Cari planlaşdırmada məntiqi ardıcıllıq demirik, biz ona sistemli və ardıcıllıq prinsipi deyirik. Sistemli ardıcıllıq. Amma müəllimə, yəni bütün günü uşaq eyni, tutaq ki, ancaq heyvanı müşahidə edən heyvana. Xeyr, siz onu düzgün başa düşməyin. Vəhşi heyvanlardırsa, məsələn, tutaq ki, sən məşğələndə vəhşi heyvan keçirsən, ayını məşğələdən söhbət getmir, müəllimə. Cari planlaşdırmanın özü fəaliyyətdə izah eləyirəm də müəllimə. Ayını keçmişəm vəhşi heyvan kimi məşğələmdə, canavarı səhər müşahidəsində şəkildə müşahidə edib onun xüsusiyyətlərini öyrənirəm, hərəkətli oyun verirəm, tutaq ki, şir kimi bir hərəkət edirəm. Yəni belə. Aydındır nə demək istəyirəm? Ayrı-ayrı. Yəni spesifik şəkildə də ayrı-ayrılarını götürə bilərik. Amma mənim mövzum heyvanlarıdır və vəhşi heyvanlar. Müəllimə, axşamınız xeyir. Üzr istəyirəm, söhbətinizi kəsdim. Belə deyim, əgər müəllimə demişkən, əgər ev heyvanlarını keçirəmsə, bugün mövzumuz aydınsa da, biz səhər fəaliyyətiniz, yəni səhər müsahibədə daha doğrusu, müsahibədə bu mövzuya uyğun müsahibə apara bilərik də. Bəli. Məsələn, mən mövzum ayrı, məsələn, ev heyvanları olsa da, səhər indi biz bağçamız, yəni dəmir yoluna yaxın olur. Məsələn, onda yazıram ki, sürət qatarı, məsələn, müşahidəsi eləməsi, yaxud da onun haqqında söhbət. İndi bu düzgün olur, yoxsa sırf mövzuya uyğun aparmalıyıq müsahibəni də? Müəllimə, müsahibəniz mövzuya uyğun şəkildə aparılsa daha yaxşı olar. Amma əgər müsahibəyə uyğun, belə deyək də, məşğəliyə uyğun şəkildə aparmırsınızsa, əslində onu da sizə bir qüsur kimi tuta bilməzsiniz. Amma belə bir şey də deyim ki, məktəbə qədər dövr uşaqlarında məcaz anlayışı, ümumiyyətlə necə deyək də, yaddaş problemi, diqqət problemi, o qədər belə deyək də, mübahisəli bir məsələdir ki, sən əgər uşağın nəyisə həqiqətən dəqiqliklə öyrətmək istəyirsənsə, bugünkü fəaliyyəti onun üzərində qur. Hətta mən deyirəm ki, bugünkü fəaliyyət yox, bu həftəki fəaliyyət o üzərində olsun.
hə, onsuz da bütün məşğələlər bir həftə ərzində bir-birini tamamlamalıdır. Necə ki, ətraf aləmdə məsələn heyvanları keçirsə, biz riyaziyyatda da ona uyğun Bax, heyvanları müəllimə, sınaqları verməliyik. sözünüzü kəsirəm. Mən türk əməkdaşlarla işləyirəm. Onlar bilirsiniz necə eləyir? Bax, məsələn, tutaq ki, bu həftə limon həftəsidir onlarda. Aha. Bax, keçən həftə tutaq ki, onlarda yarpaq həftəsi idi. Həqiqətən həftə onun üzərində qurulur və bütün fəaliyyətlər onun üzərində qurulur. Uşaq tam mənimsəyir də Tam bu mövzunu bütün mənimsəmir. fəaliyyətlərdə mənimsəyir Bəli, bəli. və yaddaşında da yaxşı qalır. Çünki bir məşğələ yox, bütün məşğələlərdə onu formalaşdırır özündə. Bax, bu həftə Aynur müəllim, onda o biz elə bil ki o vaxtı 2000-ci illərdə addım-addım proqramı ilə işləyirdik. Eyni ilə belə hörümçək toru qururduq. Həmin planlaşdırmaya uyğun da həftəlik götürürdük. 9 dənə də mərkəzimiz olurdu. Həmin mərkəzlərə bir həftə boyunca elə bil ki götürmürük heyvanlar. Deməli, rəsmdə də heyvan verirdi, sujeti rolluda da heyvan verirdi. Elm güşə mərkəz deyirdik də onda. Mərkəzlərə bölünüb ən azından 7-8 mərkəz həmin bir gündə işləməli idi. Bir həftə boyunca bir gün qoyunu götürürdük, bir gün keçini götürürdük, bir gün belə. Onda onlar o proqramla gedir də addım-addım, hərif-fırrif yenə addım-addımın üstünə gəlir. Addım-addımın üzərində. Onlar məsələn o proqramla Kurikulum, mən də istəyirəm. Məsələn, Finlandiya bağçalarında da necədir? Orada da tam belə deyək də bir proqram yoxdur. O proqramı müəllim özü hazırlayır. Əslində bizdə də proqram yoxdur. Bizdə sadəcə məzmun standartları var. Proqramı da müəllim necə hazırlayır? Tökürlər hər hansı bir əşyanı və yaxud da əşyalar göstərilir. Uşaq daha çox nəyə maraq göstərsə, o həftə onun üzərində qurulur. Aydındır? Yəni o həftəni onun üzərində qururlar. Siz əslində, məsələn, tutaq ki, bugün limon günü idi, onlarda sabah portağal günü, bu həftə onlarda payız meyvələrinin günüdür. Yəni bugün sırf limon üzərində, gələn sabahlarım sırf portağal üzərində, digər gün xurma üzərində, bu üzrə başdan ayağa bütün fəaliyyətlər bunun üzərində. Sözün həqiqi mənasında fəaliyyətlər bunun üzərində gedir. Yalnız 15-20 dəqiqəlik fəaliyyət yox və ona görə onların uşaqları çox aktivdir. Mənə görə bizim uşaqlar idraki cəhətdən onlardan çox üstündür. Mən razıyam. Yəni özüm bu prosesin tam içərisində olduğum üçün deyirəm. Resurs çatışmamazlığı, müəllimin ümumiyyətlə əmək haqqı məsələsi, motivasiyanın az olması, stimullaşdırma üçün nəyisə edilməməsi, bunlarla da razıyam. Amma sırf əgər standartları nəzərə alıb fəaliyyətləri həyata keçirsəniz, həqiqətən deyirəm, məktəb təliminə sırf hazır bir uşaq yola salarsınız. Bunu əminliklə deyirəm sizə. İndi müəllimlər, belə də bir şeydir ki, dövlət sadəcə sizə standartı verir, qalan hər bir şeyi seçmək sizin hüququnuzdur. Hüquqlarınızın tapdalanmasına icazə verməyin. Bunu deyə bilərəm. Müəllimə bir söz deyə bilərəm. Mənim qızım 6 yaşının içindədir də məktəbə hazırlığa gedir artıq. Amma gəl ki, yazmaq istəmir, inansınız, da güclə yazdırıram da, yazı yazmağı belə sevmir. Mən bilmirəm onu neyniyəm ki, yəni çatdıra bilmir də, geridə qalır. Uşaqlar yazır qabağa, bu çox əldən ləngdir. Mən məktəbə hazırlıq qrupunda yazı deyilən bir şey əslində yoxdur və qadağadır. Onu da deyim, biləsiniz. Bəli, onu bilirəm. Qrupunda elə bir şey yoxdur. O yazacaq. Özdə onu da deyim ki, cipsinin əl bacarıqları da o qədər inkişaf elətdirmisiniz. O motor bacarığı ilə bağlı bir problemin olduğunu düşünmürəm. Əslində hə, müəllimə kəssin, doğrasın, nə bilim, yaxsın, yapışdırsın, elə şey əladır. Əlaqəli deyil. Sadəcə olaraq hələ o fəaliyyətə o hazır deyil. Yaş belə deyək də səviyyəsi ilə də asılı olan bir prosesdir. O qadağandır. Yəni onun üçün heç belə deyək də narahat olmağınıza ehtiyac yoxdur. Yəni çox da deyirəm üstünə getməyim də, hə? Sıxışdırmayım. Yox, əsəbəm, yayda özü yolunu tapacaq. Mən deyirəm sizə. Arada əsəbləşirəm. Yox, əsəbləşmə. Yolunu tapacaq. Rahat olun. Amma ki şeydir, indi bağçaya gedir də müəllimə məktəbə hazırlığa. Amma gələn il təzədən təkrar qoymaq istəyirəm yenə məktəbə hazırlığa. Necə məsələn? Deyirəm bir il gecikdirəm. Necə istəyirsiniz? Axşamınız xeyir Aynur müəllimə. Buyurun. Aynur müəllimə, mənim bir sualım var bu cari planlaşdırma ilə əlaqədar. Bu cari planlaşdırmada biz əvvəllər məsələn ətraf aləmlə tanışlıq, fiziki mədəniyyəti məsələn bir mövzunu 2 dəfə yazırdıq. İndi təzəlikcə müdiriyyət məsələn deyir ki, olmaz da 2 dəfə yazmaq. Niyə bilmirəm? Yəni ona görə də bəli, ona görə də elə bir ardıcıllıq uymur da. O siz dediyiniz kimi sistemli məntiqi ardıcıllıqda, yəni həftənin ilk günü məsələn birinci gün biz keçmişiksə
vəhşi heyvanları sonrakı ətraf aləmlə tanışlıqda mövzu dəyişir, başqa mövzu olur. Müəllimə, Biz o o bildim, ardıcılığı indi qoruya indi bilmirik. anladım sizi ki, ətraf aləmlə tanışlıqda bir mövzunu iki dəfə keçmə səbəbiniz nə idi? Uşaq yaxşı qavrasın, müəllimə götürsün, sadəcə bu. Xeyr. Ətraf aləmlə tanışlıqda bir mövzu iki dəfə ona görə keçirilir ki, ətraf aləmlə tanışlıq həftədə iki dəfədir. Həftənin birinci günü siz onu ətraf aləmlə tanış edirsiniz. Həftənin dördüncü günü tanış etdiyiniz hər hansı heyvandır, nə bilim, obyektdir, bilmirəm nədirsə, o haqda siz Bəli. fikrini inkişaf elətdirirsiniz. Ətraf aləmlə tanışlıq iki hissədən ibarətdir. Ətraf aləmlə tanışlıq və Yəni öyrəndiyin, bildiyin bizə o uşaq nitqi ilə oradakı məqsədin bildirir. heyvanı tanıtmaq deyil, heyvan haqqında nitqini inkişaf elətdirməkdir. Siz sadəcə Başa düşdüm məqsədinizi müəllimə izah siz. etməlisiniz ki, niyə bu bir mövzu iki dəfə keçirilir uşağa. Bir də qaldı ki, iki Başa. mədəniyyət məşğələsində niyə edirsiniz? Birində məşğələniz isinmə hərəkət kimi hərəkəti öyrənməsidir uşağın. Siz ikincisində isə siz onu əsas hərəkət kimi yox, ümumi inkişaf etdirici hərəkət kimi verməlisiniz. Əslində o səhv sayılmır. Sadəcə siz izahı düzgün verməyi bacarmalısınız. Bəli, bax onu bilmədiyimə görə, ona görə sizə sual verdim ki, yəni mən onun açıqlamasını verə bilmirəm ki, əslində olmalıdır, ancaq niyə olmalıdır, onu başa sala bilmirəm. Siz çox sağ olun ki, izah elədiniz. Yəni ola bilər də, yəni biz yaza bilərik. Yaza bilərsiniz, amma ikisində də məqsədlər eyni deyil. Fərqli məqsədləriniz var. Onu unutmayın. Başa düşdüm müəllimə. Ancaq bu ardıcıllıq pozulurdu o dediyim kimi müəllimə. Yəni ətraf aləmlə tanışlıqda məsələn orta qrupdayıq, 2 dəfə keçirik ətraf aləmlə tanışlığı, ya fiziki İki dəfə mədəniyyəti. keçmirsiniz siz onu müəllimə. Bax, o perspektivinizdə iki dəfə mövzu olaraq yazılıbdır. Cari planında sən onun məqsədlərini dəyişirsən. Məsələn, tutaq ki, perspektivin bir də ümumi verilir müəllimlər, onu unutmayın. Carinizdə onu spesifikləşdirməlisiniz. Məsələn, siz deyirsiniz ki, vəhşi heyvanlar. Vəhşi heyvanları ümumiyyətlə spesifik etməlisiniz. Orta qrupda sən uşağa bütün vəhşi heyvanı bir məşğələdə öyrədə bilməzsən. Aydındır fikrimizdə. Ondan da əlavə iki dəfə etmə səbəbində birinci günü sən ətraf aləmlə tanış edib vəhşi heyvanla tanışdırırsan, dördüncü gün isə artıq vəhşi heyvan haqqında o tam məlumat əldə edir və nitqini inkişaf elətdirirsən. İnkişaf elətdirik, başa düşdüm mən. Əvvəl elə yazırdıq, ətraf aləmlə tanışlıq və nitq inkişafı. Siz əgər cari planınızda məqsədlərinizi fərqli versəniz, müdir sizə deyə bilməz ki, bu eyni mövzudur. Yəni sizin orada fərqli məqsədləriniz olmalıdır. Bir mövzudan istədiyin qədər məqsəd onu da bilirsiniz. Sizin orada ikinci və dördüncü gün fəaliyyətinizdə eyni perspektiv plandakı məşğələ planı götürülməli deyil. Fərqli məqsədləriniz olmalıdır. Məqsədləriniz tam fərqli olmalıdır. Unutmayın bunu. Aydındır? Başa düşdüm müəllimə, çox sağ olun, aydındır. Biz məqsədi də eyni yazırdıq, eyni olurdu hər ikisində də. Qəbul etmir. Olmaz. Bəli. Oldu müəllimə, çox sağ olun, təşəkkür edirəm. Başqa müəllimlər varmı sualınız? Mən bağışlayın, bir də sizi narahat edirəm. Bir də ki, orada biz cari planlaşdırmada fərdi iş yazmalıyıq. Günün hansı hissəsində olmalıdır? Fərdi işiniz, müəllimə, baxın. Səhər fəaliyyətində mən görürəm ki, nitqində problem olan bir uşaq varsa, onunla fərdi işlə məşğul ola bilərəm. Axşam fəaliyyəti fərdi işiniz adətən verilir səhər fəaliyyətindəki məşğələ üzərində. Səhər fəaliyyəti müəlliməniz deyir ki, qrupda bu uşağın tutaq ki, riyazi əməliyyatları yerinə yetirə bilmədi. Siz axşam fəaliyyətində onunla fərdi məşğul olursunuz və yaxud da ki, səhər fəaliyyətində müəllim sizə deyir ki, müəllimə, kollektivin demək olar ki, heç hamısı yaxşı belə deyək də mənimsəmədi. Siz də axşam fəaliyyətində onu bir təkrar kimi fərdi-fərdi hər birinə yanaşaraq təkrar edirsiniz. Aydındır? Bu şəkildə etməlisiniz. Bəli, müəllimə. Bəs valideynlərlə bağlı hər hansı bir iş yazıla bilər cari planınızda? Cari planınızda axşam fəaliyyətinizdə valideynlə uşağın inkişafı haqqında, məsələn, tutaq ki, danışmaq, tutaq ki, və yaxud da ki, uşağın kiçik motor bacarığını evdə necə inkişaf elətdirmək və yaxud da istədiyiniz bir şey haqqında yaza bilərsiniz. O hər gün olur, yoxsa həftədə bir dəfə zad götürə bilərik? Həftədə ən azı 3 dəfə yazmağınız məqsədə uyğundur. Oldu. Çox sağ olun. Təşəkkür edirəm Aynur müəllim. Başqa müəllimlər? Yoxdur sualımız, keçək testə. Aydındır fikirlərim? Ekran paylaşdım, görürük.
Aha, keçən səfər qalmışdıq 16-da. Doğrudur. Kim oxumayıbsa keçən səfər oxusun və oyuncaqların seçilməsi qaydalarından biri yanlışdır. Biz doğru variantları 4 dənə doğru variant, bir yanlışı seçirik və sonra elə oyuncaq haqqında da ətraflı məlumat verək. O olsun ki, müsahibəyə gedən müəllimlərimiz olar. Bu şəkildə biz onları tanış edirik oyuncaqlarla. Buyurun. Kim oxuyur? Buradasınız müəllimlər? Axşamınız xeyir. Oxuya bilərəm mən. Bəli, buyurun. 16-cı sual. Oyuncaqların seçilmə qaydalarından biri yanlışdır. Oyuncaq uşağı sevindirməli, yüksək emosiyalara səbəb olmalıdır. Bəli. Oyuncaq uşağı yormamalı və həddən artıq yükləməməlidir. Oyuncaq uşağın dünya görüşünü genişləndirməli və uşağı emosional tədqiqi fəaliyyətə sövq etməlidir. Oyuncaq uşağın fərdi xüsusiyyətlərinə cavab verməlidir. Oyuncaq maraq doğuran inkişaf dinamikasına malik olmalı və uşağı hərəki fəaliyyətə gətirməlidir. Variantlar hamısı uyğun gəlir. İndi görüm hansı uyğunsuzluqlarda diqqətlə gələk, məntiqlə fikirləşəm. Bir də oxuyum. Oyuncaq uşağı sevindirməli. Bəli, bu düzdür. Yüksək emosiyalara səbəb olmalıdır. Oyuncaq uşağı yormamalı. Bəli, bu da düzdür. Oyuncaq uşağın dünya görüşünü genişləndirməli və uşağı emosional tədqiqi fəaliyyətə sövq etməlidir. Mən bax bunu başa düşmədim. Uşağı emosional tədqiqi fəaliyyət nə demək istəyir ki burada? Sizcə o yanlışdır? Bəli. Aha, nə olmalıdır emosional tədqiqin yerinə? Onu anlamadım müəllimə. Emosional Emosional Tədqiq. tədqiqi yox, idraki tədqiqi fəaliyyətə sövq etməlidir. Baxın müəlliməm, yəni inkişaf etdim. Bəli. idraki Buyurun. tədqiqat bilirsiniz nədir? İdraki tədqiq odur ki, bir uşağın qavrayışı, oyuncaq uşağa qavrama vermir. İlk vaxtlar manipulyasiyadan başlayırsan, qavrayışı inkişaf edirdi. Düzdür, manipulyattiv hərəkətlərlə oyuncaqla. Qavrayışdır, diqqətdir, hafizədir, təfəkkürdür, təsəvvürdür, nitqdir, məntiqi əlaqə qura bilməkdir, problemi anlamadır, problemi həll etmədir. Bunun hamısı idraki tədqiqi fəaliyyətlərdə özünü göstərir. Emosional tədqiqi fəaliyyət əgər deyirəmsə, bu ümumiyyətlə nəyə aiddir? Məsələn, bir uşağın hisslərini ifadə etməsi, bir uşağın emosional reaksiyası, bir uşağın tutaq ki, qəzəblənməsi, sevinməsi, ağlaması, empatiya qurması, qəzəbi, qorxusu, sevinci, emosional tələbatlar, bunun hamısı emosional tədqiqdir. Oyuncaq bundan əlaqəli deyil. Bir növ emosional tədqiq üçün uşağa başqa bir şəxslə ünsiyyət qurması lazımdır. Aydındır nə demək istəyirəm? Bir Bəli, müəllimə. əlaqə lazımdır. Bir affektiv ünsiyyət lazımdır. Amma idraki tədqiqi fəaliyyət dediyim zaman burada artıq qavrayışdır, diqqətdir, yaddaşdır, təfəkkürdür, təxəyyüldür, yəni təsəvvür daha doğrusu. Bunun hamısı idraki tədqiqə və oyuncaq uşağın idraki tədqiqi fəaliyyətə sövq etməlidir. Aydındır müəllimə? Bəli, müəllim. Çox sağ olun. Müəllimə, nə oyuncaq ola bilər? Oyuncaq dedikdə nə başa düşürsünüz? Oyuncaq gəlincik ola bilər, oyuncaq maşın oyuncağı ola bilər, oyuncaq müxtəlif türdə müəllimə. Əsasən burada uşaqların yenə siz demiş idraki cəhətdən rol oynayır, didaktik oyuncaqlar var, didaktik materiallı oyuncaqlar var. Onda desəm ki, Oyuncağın növü oyuncağın əsas funksiyası nədir desəm? Demək olar müəllimə. Müəllimə, kiçik motorikası burada inkişaf edir. Oyuncağın funksiyaları var, bilirsiniz bölümlər onu. Oyuncağın Necə? hər oyuncağın üç funksiyası var, bilirsiniz onu? Yəni vəzifəsi var. Oyuncağın vəzifəsi nədir? Birinci vəzifəsi inkişaf etdirici funksiyadır. İnkişaf etdirici funksiya dediyiniz zaman Bundan müəllimə sosiallaşa da bilər. Gəlinciklə məsəl üçün sosiallaşa bilir. sosiallaşma Onu funksiyası da var, doğrudur. Bəli. Yəni orada rol oynayır. Getdi rollu oyun oynayır, məsələn, özünü gəlinciyi himayəsinə götürür, onu ana obrazını yaradır, gəlinciyi yedizdirir belə də. İdraki inkişafını da
mənə elə gəlir ki, idraki inkişafına da müsbət təsir göstərir. İnkişaf etdirici funksiya Müəllimə, bəli. təkcə tək ilə idraki inkişaf etmir ki, oyuncaqla. Yox, müəllimə. Oyuncaq uşaqda Müəllimə, oyuncaq bəli. uşağın dünya görüşünü genişləndirir, düzdür. Amma uşağı idraki tətbiqi fəaliyyətə sövq etməlidir. Yəni uşaq onu qavramalıdır, funksiyasını. Və bu onun Yəni müəllimə, burada ayrı inkişaf sahəsindən söhbət gedə İnkişaf bilməz elə. sahəsi olaraq demirik biz onu. İdraki tədqiqi fəaliyyət dediyimiz zaman uşağın qavrayışından söhbət gedir. Bir uşaq bir şeyi anlaması üçün birinci onu qavramalıdır. Qavrama ilkin mərhələdə olan bir prosesdir. Məsələn, bu yalnız uşaq üçün keçərli deyil. Tutaq ki, siz özünüz hər hansı bir dərsi öyrənirsiniz, mövzunu. O mövzunu ilk dəfə oxuduğunuz anda siz idraki tədqiqdəsiniz. Yəni qavrama funksiyasındasınız. Qavradıqdan sonra başqa sizin belə deyək də fəaliyyətləriniz artıq inkişaf edəcək. Aydındır nə demək istəyirəm? Bir şeyi anlamaq üçün birinci olaraq onu qavramalısan və oyuncaq uşağın dünya görüşünü genişləndirir, onun idraki tədqiqi fəaliyyətinə sövq edir. Orada da uşaq artıq oyuncağı qavrayır, diqqəti formalaşır, motor bacarıqlardır, məntiq yürütmək, nitq bacarıqları formalaşır, daha sonra keçir başqa funksiyalara. O başqa funksiyalar nədir? Sosiallaşma funksiyası var ki, uşaq oyuncaq vasitəsilə rol oynayır. Məsələn, gəlincik vasitəsilə ana rolunda girir. Empatiya qura bilir orada, qaydaları öyrənir, paylaşmağı bacarır. Bu onun sosial funksiyasıdır. Daha sonra emosional funksiya var ki, orada uşağın ümumiyyətlə özünü ifadə etməsidir. Orada uşağın belə deyək də sevinc yaşamasıdır və yaxud da ola bilər ki, bir qəzəb yaşamasıdır. Bu da onun emosional funksiyasıdır və ən əsası oyuncaq tərbiyəvi funksiya daşıyır. Yəni uşaq davranışları oyuncaq vasitəsilə öyrənir. Oyuncaq vasitəsilə təmizliyi, oyuncaq vasitəsilə qayğını, oyuncaq vasitəsilə qaydanı, oyuncaq vasitəsilə təhlükəsizliyi və saya biləcəyimiz bir çox şeyləri öyrənir. Aydındır? Bəli, müəllim. Mənim Sonra keçək 17-yə. Buyurun. oxuya Davam edim. Hə, siz oxuyun, davam edin. Digər müəllimə sonra oxuyaq. Buyurun. Məktəbəqədər təhsildə sosial-emosional inkişaf aşağıdakı hansı meyarlar əsasında tənzimlənmir? Uşaqlarda özü və ətrafını əhatə edən digər insanlara emosional müsbət münasibətin şüurlu şəkildə inkişaf etdirilməsi. Emosional vəziyyətlər, fikirlər, özünü və başqalarının istəklərinə nail olmaq bacarığının inkişaf etdirilməsi. Sosial əhəmiyyətli davranış bacarıqlarının inkişafı, davranışlarını tənzimləmə bacarığının inkişafı, idraki özünü ifadə tərzi, özünü reallaşdırmaq və özünü inkişaf etdirmək, öz. Deməli, burada sosial-emosionaldan söhbət gedə bilməz. Çünki burada uşaq ancaq özünü inkişaf etdirir da müəllimə, Y variantında. Düz dedim müəllimə? O Y variantını düz deyirsiniz, amma özünün sözünə görə düz demirsiniz. Yəni burada idrak da var da müəllimə, idraki özünü ifadə var. Elə ümumiyyətlə özü sözü elə sırf birbaşa sosial-emosionala aid olan bir prosesdir. Nəyə görə onu da deyim? Çünki sosial deyirik və emosional deyirik. Emosiya nədir? Emosiya bir uşağın öz hisslərini tanımasıdır. Özünü ifadə etməsidir, özünü idarə etməsidir, özünü tənzimləməsidir. Əgər mən bu günlərim hisslərimi, bax, sosial-emosional dedikdə insanın həm başqa insanlarla münasibət qurmağıdır, həm də öz hisslərini anlamasıdır. Mən əgər bugün öz hisslərimi anlamırsam, məsələn, tutaq ki, mən görürəm ki, qəzəbliyəm, yəni qəzəb əslində olmalıdır. Hər uşaqda, hər insanda ola bilən bir prosesdir. Amma qəzəbi idarə etmək, mən emosionallığımı qorumağı bacarıram. Aydındır, öz hissimi boğuram məsələn. Özümün hisslərimi tanımağım, özümü ifadə etməyim, özümü idarə etməyim. Bunun hamısı emosiya ilə bağlıdır və bu mənim daxili motivimdir. Mən o zaman xarici motivə keçə bilirəm ki, artıq özümü idarə edə bilirəm və sosiallaşıram, başqalarının belə deyək də bir növ mövqeyini də qəbul edirəm. Necə mövqeyini qəbul edirəm? Yəni qayda olaraq qəbul edirəm onları. Yəni özümü tanıyıram, artıq hisslərimi idarə edə bilirəm. Artıq mən empatiya qura bilirəmsə, hisslərimi idarə edə bilirəmsə, sonra da keçirəm
sosial bacarıqları, dostluq da qururam, paylaşmağı da bilirəm, növbəti gözləyirəm. Çünki mən artıq hisslərimi idarə etməyi bacarıram. Özünü idarə etdikdən sonra sosiallaşa bilərsən. Aydındır? Öz sözü onun. Bəli müəllim. Burada öz sözü Səhv variant onda oldu Y yedi, variantı. amma idrakə görə, öz sözünə görə deyil. 18 oxusun. Çox sağ ol müəllim. Təşəkkür edirəm. Oxuyuram müəllim. Bəli, buyurun. Bu oyun dövründə uşaqlar daha az mən mərkəzlidir. Başqaları ilə əməkdaşlıq etməyə başladıkları üçün ünsiyyət quraraq qrup oyunlarına qoşulurlar. Əvvəllər 2-3 nəfərlik qısa müddətli olan oyunlar, sonralar böyük qruplar şəklində və daha uzun müddətli olur. Bu oyunlar paylaşma və əməkdaşlığın daha çox formalaşdığı oyundur. Söhbət hansı oyundan gedir? Müəllimə, bu əməkdaşlıq oyunundan söhbət gedir də kooperativ oyunlar. Cəbə. Kooperativ oyunlar necə həyata keçirilir? Əməkdaşlıq oyunlarıdır. Burada sosiallaşaraq keçirilir. Uşaqlar burada da qeyd etdiyi kimi əvvəlcə az qruplarla, sonra böyük qruplarla olur. Yəni hər şeyi Məqsəd bölüşürlər, nədir? paylaşırlar. Məqsəd nədir? Kooperativ oyunlarının desələr məqsəd Ünsiyyət olar, məqsəd ünsiyyət olar, müəllimə. ünsiyyəti qəbul edirəm. Sonra Əməkdaşlıq, ünsiyyət, birgəlik, fəaliyyət. Komanda işini gücləndirmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək, liderlik bacarığını formalaşdırmaq, rolların bölünməsini təmin etmək kooperativ oyunun əsas şərtlərindən. Aydındır? Bəli, müəllimə. Simvolik oyun nə idi müəllimə? Simvolik uşağın özünün elə bir xəyali obrazıdır. Məsəl üçün oyun içərisində götürür, əlinə qazan qapağını alıb sürürsə, bu onu simvol kimi işlədir. Əşyalardan istifadə edir. Neçə növü var? 2 növü var, dramlaşdırılmış, bir də simvolik. Dramatikdir o. Dramatik və Simvolik. konstruktiv. Konstruktiv. Fərqlərini deyə bilərsiniz mənə? Dəyişik salmıramsa müəllimə, dramlaşdırılmışdı, elə bir əşyalardan həqiqətən istifadə edirsə, bu səhv etmirəmsə dramlaşdırılmışdı. Onu kağızdan düzəldirsə də, bu işə deyəsən kooperativdir, konstruktivdir. Konstruktiv kağızdan düzəldir, dramatik o kağızdan düzəltdiyindən rol oynayır. Rol oynayır, bəli. Və orada gerçək heç bir şey yoxdur. Hər şey orada düzəlmiş formadadır. Məsələn, mən belə deyək, kardon bir qutunu kosmik gəmi kimi istifadə edirəm və orada onun içinə girib bir belə deyək də kosmosa gedən insanı təqlid edirəmsə, orada artıq uşaq dramatik roldadır. Aydındır, rol canlandırır və bununla da yanaşı simvol xarakterli əşyaların olmasıdır. Yaxşı, desəm ki, uşaqlarda hansı bacarıqları inkişaf elətdirir simvolik oyunlar, nə deyərsiniz? Təxəyyülü, idraki bacarığı artır, təxəyyülü artır ilk öncə, əl quraşdırma bacarığı artar, ən çox idrakına təsir edir, mənə elə gəlir. İdrakına, Təxəyyülünə, təfəkkürü artır, təsəvvür gücü artır uşağın. təsəvvür. Desəniz ki, xəyali oyun hansıdır, deyəcəksiniz ki, simvolik oyun. Yaxşı, sizə desələr ki, real oyun hansıdır, reallığı əks etdirən oyun. Rollu oyunlar da olar. Oyun reallığı əks etdirmir. Əks etdirmir. Sujetli rollu oyun əks etdirmir. Sujetli rollu oyun reallığı əks etdirmir. Uşaq real bir şeyi canlandırmır ki, onun roluna girir. Realdır o. Yox. O da bir başına oynadığı, özü onunla oynayırsa da real Yadınızda oynayır. qalsın. Xəyali oyunlar simvolik oyunlardır. Yadınızda qalsın. Reallığı əks etdirən oyun konstruktor oyunlarıdır. Orada olan bir şeyi yaradırsınız. O düzdür, yaradıcılıq da başqa bir nöqteyi nəzərdir. Mən onu yaradıcı bir fəaliyyət kimi, estetik yaradıcı falan yox. Sadəcə olaraq onu yaradarkən belə reallıq əks olunur. Yəni orada bir şeyin maketi var və həqiqətən o var, həqiqətən o ev var, həqiqətən o maşın var, həqiqətən o qaraj var. Aydındır, tam olaraq siz reallıq yaradırsınız. Müəllimə, nə gözəl izah verdiniz, təşəkkür edirəm. Siz sağ olun. 19-a baxaq. Kimsə oxuyur, yoxsa mən oxuyum? Kimsə oxuyursa oxusun, oxuyan yoxsa buyurun. Növbəti müəllimlər oxuyarlar. Buyurun. İşə yeni başlayan Zeynəb müəllim qrupun idarə etməsi qaydalarını tərtib edərkən aşağıdakılardan hansını etməməlidir? Qaydaları uşaqlarla birgə tərtib edə bilər. Bəli, bu uşaqları qaydalara daha da ciddi əməl eləmələrinə gətirib çıxarda bilər. Yəni istənməyən davranışlara qarşı əlavə plan olmalıdır.
hər kiçik qayda pozuntusunda uşağı qınamamalıdır. Qaydaları çox qoyaraq qrup effektiv vəziyyətə gətirə bilər. Qoyulan qaydanın mahiyyətini uşağa izah etməlidir. Müəllimə, burada qaydaları çox qoymaq olmaz. Qaydalar 3-4-dən artıq ola bilməz də. O da mənə gəlir, deyibəndə səhvdir burada. Böyük qrupda ilk fəaliyyətinizdir və yeni başlayırsınız işə və görürsünüz ki, bu qrup o qədər xaos vəziyyətindədir və düşünürsünüz ki, bu qrupda 3-4 qayda yox, ən azı bir 10 qaydaya ehtiyac var. Nə edərsiniz? Bu zaman təkcə şəkillərlə uşağa başa salaram. Təkcə qaydaları yazılı şəkildə deyil, şəkillə də başa salaram. Nə direkt başa salırsınızsa, qayda sayından gedir, onu deyim biləsiniz. Eləmi? Uşaqların özünlə hazırlasam daha yaxşı olar. Ciddi nəzarət eləyir, ciddi əməl eləyərlər. Qaydanı kimlə hazırlayırsınız, hazırlayın. 3-5-i ötməməlidir, amma sizin qrupda da 10 qaydaya ehtiyac var. Yox, müəllimə, cavablandıramıram. Müəllimlər, Gəlir sual oldu. Aynur müəllimə, özünüz izah edə bilərsiniz, müəllimlər zəhmət yadınızda olmasa. qalsın ki, bir qrupun il boyu qaydalarını dəyişdirə bilərsiniz. Mənim tutaq ki, qaydam var və qaydalar özünüz bilirsiniz ki, bəsit qaydalardır. Siz mürəkkəb qoya bilməzsiniz. Uşağın yaşanılaq səviyyəsinə uyğun. Məsələn, qaydamın biri qapını ört qaydasıdır və uşaq hər dəfə qrupa daxil olanda və yaxud da keçəndə oyun otağından yataq otağına hər zaman qapı örtülməlidir. Tutaq. Bu qapı hər zaman örtülməlidir. Qaydamın biri qapını örtdü, digəri biz asta yeriyirik, digər qaydamız səssiz olur. Düzdür? Və mən başqa, məsələn, paylaşmağı bacarmamaq kimi, təhlükəsizlik qaydaları bu kimi. Mən qaydanı il boyu 3-5 edirəm, amma hər dəfə dəyişkən edirəm. Məsələn, bir uşağın bir qaydanı mənimsəməsi üçün nə qədər vaxt ehtiyac var? 21 deyirlər, əslində belə bir şey deyil. 21 gündə siz o qayda sizə çatır, 60 gündə mənimsəmə prosesidir. 90 gündə bir uşaq bir qaydanı tam bu şəkildə qavrayır. Əslində bu, yəni beyin sistemi olaraq tam olaraq bir uşağın biolojik və fizioloji quruluşu tam olaraq bunu göstərir. İndi baxırıq sizin qrupdakı uşaqlara. Məsələn, bir qrupda bir uşağa, digər uşaqlara, yəni 20 uşağa siz qaydanı bir ay ərzində öyrədə bilirsinizsə, hə, nə gözəl. Mən bir ay bu qaydaları qoydum və görürəm ki, uşaqlar bu qaydalara əməl edirlər. Növbəti bir ayda qaydaları dəyişirəm və yenə 3 yeni bir qayda qoyuram. Sonra 3 yeni bir qayda və il boyu qaydaları dəyişkən edərək uşaqların xaotik vəziyyətini aradan götürürəm. Aydındır? Bəli, müəllimə. Belə, davam edək. Müəllimlər 20-ni kim oxuyur? Kim oxuyur? Oxuyun müəllimə, mən axşamınız xeyir olsun. Dəyərləndirmə haqqında uyğunluğu müəyyən edin. Hər bir uşağın çatışmayan cəhətlərinə deyil, potensial imkanlarına yönəldilməlidir. Bu doğru, məncə doğru deyil. Az ölçülü, yəni bir tərəfli olmalı, sosial və emosional inkişafa da idrak qədər yer ayrılmalıdır. Yanlış, məncə bu da yanlış deyil, bunu səhv veriblər. Uşaqda mənfi hisslər oyatmadan onun özünə inamını və irəli getmək səylərini möhkəmləndirərək müsbət idraki şəraitdə aparılmalıdır. Məncə bu doğrudur. Uşaqların uğur qazanmalarına və təhsilin optimallaşmağına şərait yaradılmalıdır. Yanlış. Bu da yanlış deyil, düzdür, amma yanlış yazılıb. Burada uyğun olanları 3 uyğundur. Bir də az ölçülü, yəni bir tərəfli olmalı. Müəllimə, burada yazıb həm az ölçülü, yəni bir tərəfli olmalı, sonra da yazıb sosial və emosional inkişafa da idrak qədər yer ayrılmalıdır. Bu yanlışdır da. Elə bu sözün özünün içində bir-birinə əks olan fikir var. Uyğunu deyir. Hə, uyğun. 3 uyğundur. Hər bir uşağın çatışmayan cəhətlərinə deyil, potensial imkanlarına yönəldilməlidir. 1 və 3-dür müəllimə. Bu testləri edə bilirsiniz müəllimə. Doğrunun qarşısına doğru, yanlışın qarşısına yanlış olmalıdır. Əgər uyğunluq deyilirsə. Hə müəllimə, uyğunluq deyir. 3 doğru yazılıb, məncə o doğrudur. Yəni uyğundur da onda cavabımıza. 3-ü elə bilirəm 3 uyğundur. Bir də 1. 1 və 3-ü götürür.
Bəli. Yanlışdır. Deməli baxırıq. Yəni Hər bir uşağın çatışmayan cəhətlərini imkan doğrudur. Dəyərləndirməni edən zaman digər uşağın belə deyək də fəaliyyəti necə yerinə yetirməsinə uyğun yox, mən həmin uşağın fəaliyyəti necə yerinə yetirməsi imkanı nedir? Məsələn, digər uşaq üçün tutaq ki, bir əşyaları qruplaşdırmaq çox asan olduğu halda, mənim bu uşağım üçün çox çətin demək asan olmayacaq prosesdir. Və ona görə mən onu öz potensialına uyğun şəkildə dəyərləndirirəm. Doğrudur. İkidə deyir ki, az ölçülü, yəni hər tərəfli. Əslində bunun belə deyək, açıq çox ölçülü, yəni hər tərəfli, sosial emosional inkişaf qədər idrak edir sosial emosionala, fizikiyə və estetik hər birinə yer verməlisiniz. Yəni çox ölçülü olmalıdır dəyərləndirməlisiniz. Uşağı yalnız idrak cəhətdən və yaxud estetik cəhətdən dəyərləndirə bilməzsiniz. Hər tərəfli yanlış yazılıb deyə qarşısına biz doğru çünki yanlışın qarşısına yanlış sözlər yazılır. 1 və 2, 3-ə baxıram. Uşaqlarda mənfi hisslər və söhbət hissdən gedirsə, bir cümlədə hiss varsa, ora idrak girmir. Yadınızda qalsın. Uşaqda mənfi hisslər oyatmadan, onun özünə inamını və irəli gitmək səylərini möhkəmləndirərək müsbət emosional şəraitdə aparılmalıdır. Bu yanlışdır. Müsbət idraki şəraitdə aparmaq yanlış, müsbət emosional. Aydındır, o zaman onu götürəcək. Buradakı idrak. Əslində burada mən ikini də yanlış kimi götürdüm cavabda. Beynim qarışdı. Mən ona baxanda elə dedim ki, bu yanlışdır. 4-də də baxırıq, uşaqların uğur qazanmalarına və təhsilin optimallaşmasına şərait yaratmalıdır. Bu da doğrudur, yanlış yazılıb qarşısına. Ona görə 1 və 2 A variantım doğru. İndi siz mənə deyirsiniz, dəyərləndirmə ilə qiymətləndirmənin fərqi nədir? Dəyərləndirmə uşağın əldə etdiyi nailiyyətlərin toplanılaraq dəyərləndirilməsi, qiymətləndirmə isə onun ölçülməsidir də. Yəni ölçmək hansındadır? Ölçmək məncə qiymətləndirmədədir. Ay, sağ ol. Və nə deyirsiniz dəyərləndirmə onun ölçülməsidir? Necə müəllimə? Siz dediniz ki, dəyərləndirmə onun ölçülməsidir. Ölçülməsi dedim. Hə, yox, səhv dedim, əgər elə dedimsə, yox. Ölçülmə qiymətləndirmədədir. Burada qiymətləndirmənin fərqi nədir desək? Yadımdan çıxdı. Unutdum bir anlıq müəllimə əslində bilirəm. Dəyərləndirmə. Bax, qiymətləndirmə olur ki, müəllimə, bax, belə bir şey deyim də. Biz bilirik ki, inkişaf sahəmizdən çıxır əsasdan alt standart. Alt standartdan təlim nəticəsi çıxardırsınız, təlim nəticəsindən bir qiymətləndirmə meyarı çıxardırsınız. Bax, bu meyar qiymətləndirmədir. Qiymətləndirmə deyir ki, uşağın nəticələrini ölçüb ver mənə. Balla ölçürsən, qiymət ölçürsən, rəqəmlə ölçürsən, işarə ilə ölçürsən, fərq etmir. Mənə bir fakt ver. Və bu bir növ, belə deyək ki, rəsmi bir şey kimidir. Və burada nəticə ölçülür. Məsələn, uşaq yüksək səviyyədədirmi, orta səviyyədədirmi, zəifdirmi? Bu kimi məsələn yerinə yetirə bilmir, qismə yetirir. Var ya belə qiymətləndirmə meyarı. Və burada belə deyək ki, bu artıq olur qiymət. Dəyərləndirməmiz isə odur ki, dəyərləndirmə uşağın və ümumi olaraq onun inkişafı üçün nəzərdə. İnkişaf prosesi, bacarıqlarıdır, davranışıdır, kitab dinamikasıdır. Bunu izləyib bir müəllim olaraq mənim onu analiz etməyim dəyərləndirir. Uşaq nəyi necə edir, necə inkişaf edir, hansı dəstəyə ehtiyacı var uşağın, uşaq prosesdə nəyə daha çox ehtiyac duyur, mən uşağı hansı yöndə inkişaf etdirməliyim? Dəyərləndirmə mənə bunu deyir. Yəni, məsələn, tutaq ki, dəyərləndirmənin əsas məqsədi uşağın inkişafına yön verməkdirsə, qiymətləndirmənin əsas məqsədi ondan ibarətdir ki, qiymətləndirmə sadəcə onun, belə deyək də, nəticəsini ölçür. Dəyərləndirmə prosesə baxır, qiymətləndirmə nəticəyə baxır. Dəyərləndirmə deyir ki, gəl analiz edək, qiymətləndirmə deyir ki, onun bir səviyyəsini ölçək. Dəyərləndirmə deyir ki, uşağın inkişafını izləyək. Qiymətləndirmə də deyir ki, görək uşaq nə qədər öyrənir. Aydındır? Dəyərləndirmə yəni həm müsahidə fikirləşmək olar ki, uşağın həm çatışan, həm çatışmayan hər nə varsa da müşahidə edib onu dəyərləndiririk də belə. Bəli. Amma qiymətləndirmədə konkret olaraq əldə etdiyi nailiyyəti artıq qiymətləndiririk. Sağ ol. Dəyərləndirmədə sən uşağa dəstək verirsən,
Qiymətləndirmə sırf nəticə yönümlüdür. Görüm nəticə nədir? Çox sağ olun müəllimə, çox gözəl. Müəllimə, Bəli. bəs onda niyə deyirik ki, dəyərləndirmə qiymətləndirmədən böyük anlayışdır? Bəli, ona görə deyirik də. Çünki ona görə böyük anlayışdır ki, sən orada uşağın çatışan, çatışmayan bütün cəhətlərini anlayırsan, nəyə ehtiyacı olduğunu duyursan. Qiymətləndirməni isə sadəcə olaraq onun nəticəsini ölçməyin üçündür. Amma dəyərləndirmədə sən nəticəyə baxmırsan, inkişafa baxırsan. Dəstək verirsən, bal vermirsən. Aydındır? Bəli. Yəni qiymətləndirmədə mütləq şəkildə bir ölçüm var, amma dəyərləndirmədə mütləq şəkildə bir dəstəyin var. Ona görə. Yəni onların belə handa ikisinin də yəni belə ayrı-ayrı tərifləri var. Ayrı-ayrı təriflərini verdim də. İndi qeyd eləyərsiniz. Dəyərləndirmə odur ki, uşağın inkişafını, məsələn, Əqli, fiziki əqli, inkişafını. fiziki deyil, inkişafıdır, prosesidir, bacarıqlarınıdır, davranışınıdır, inkişaf dinamikasını izləmək üçün nəzərdə tutulur və onu analiz etmək üçündür. Məsələn, burada məqsədim ondan ibarətdir ki, uşaq nəyi necə edir, necə inkişaf edir, hansı dəstəyə ehtiyacı var və ümumiyyətlə, məsələn, tutaq ki, adi belə bir şeydir deyim, prosesdə nə kimi dəyişikliklər olub? Məsələn, mən bir uşağın portfoliosunda dəyərləndirmə aparıram. Bir ay ərzində rəsm analizi edirəm və görürəm ki, əvvəl rəsmlərində boyamaları belə deyək də rəngli şəkildə etsə, artıq gedərək rənglər solğunlaşır. Mən deyirəm ki, hansı dəyişikliklər olub ki, o prosesdə belə bir şeylər baş verib. Bu zaman mən analizdən anlaya bilərəm. Valideynlə bir söhbət aparıb deyə bilərəm ki, məsələn, uşaq əvvəl rəngli şəkillərdən daha çox istifadə edirdisə, artıq uşaq rəngləri solğunlaşdırır, gedir. Evdə hər hansı bir problem varmı? Aydındır. Burada artıq mən analiz edirəm və uşağın ümumi olaraq bu prosesdə necə dəyişdiyini də anlaya bilirəm. Amma qiymətləndirmə Yəni ailəni məlumatlandırmalıyıq dəyərləndirmədə. məlumatlandırırsınız. Yəni dəyərləndirmədə özünüz də analiz edirsiniz. Yəni ailənin məlumatına, hətta dəstəyinə də ehtiyacınız var. Qiymətləndirmədə isə ümumiyyətlə uşaqların nəticələrinə baxmağınız üçündür. Nəticə ölçülür burada əsas olaraq. Burada ümumi olaraq siz belə deyək də qiymətləndirmədə nəticəyə baxırsınız. Uşağın nə qədər öyrəndiyini ölçürsüz. Amma məsələn dəyərləndirmədə uşağın nə qədər inkişaf etdiyinə baxırsınız. Ola bilər ki, inkişafda irəliləyiş var və hətta baxa bilirsiniz ki, inkişafda geriləmə belə var. Bu da olar. Mənim onda belə deyim də, qiymətləndirmə smartın növünə aiddir. Miyasu-Brul qiymətləndirmə ölçülə bilən etməlisiniz. Yəni sən bu günlərim elə bir məqsəd çıxartmalısan ki, smartın M-sına aiddir. Sən bu günlərim elə bir təlim nəticəsi çıxartmalısan ki, onu ölçə biləsən. Məsələn, tutaq ki, vəhşi heyvanları tanıyır, sən bundan bir qiymətləndirmə meyarı çıxarda bilməzsən, çünki ölçə bilməzsən. Əgər tanıyırsan, mən niyə onu öyrədim? Bilir, tanıyır və yaxud da ki, belə deyək də, bacarır. Bu sözlərin heç biri qiymətləndirmə meyarı çıxmır. Ölçülə bilən etmək odur ki, sən bugün təlim nəticəsini elə qurmalısan ki, sən ondan bir qiymətləndirmə meyarı çıxardıb, uşağın nə qədər öyrəndiyini ölçə biləsən, ona görədir. Aydındır? Bəli, müəllim. Bəli. Çox sağ olun. Siz sağ olun. Müəllimə olar 20. Müəllimə axşamınız xeyir. 20 bənddə hansı düz bənd idi götürülmüşdü? A variantı. A variantı. Sağ ol. Müəllimə olar mən 21 oxuyum. Bəli, buyurun. Tərbiyəçi uşaqlara dünən işdən evə gedən zaman avtobusların dolu olduğunu, evə gedən zaman çətinlik çəkdiyini söyləmişdir. Uşaqlara eyni vəziyyətin olmaması və ya özləri də eyni vəziyyətlə qarşılaşdıqlarını zaman problemi necə həll edəcəkləri barədə uşaqların ideyalarını toplayır. Bu zaman tərbiyəçi hansı iş üsulunu reallaşdırır? Burada A variantı müzakirədir. Müzakirənin əqli hücumun fərqini. Əqli hücumda müəllimə, müzakirədə müəllimə ideyalar toplanılır, ideya, məlumat, təəssüratlar, yəni təkliflər, Müzakirədə ideyalar. təhlillər olur. Müəllimə, səs kimdədirsə bağlasın, başqa müəllimdən gəl. Sizdən başqa müəllimdən səs gəlirsə bağlasın. Müzakirədə ideya var. Bəli, müzakirədə müəllimə ideya var.
İdeya yoxdur müzakirədə. İdeya Yoxdur müəllimə. xeyr. Əqli hücumda onda müəllimə bu sualın cavabı. Xeyr, ideya ümumi olaraq ideyaları, uşaqların ideyalarını toplamaq, ümumi olaraq versiyalarını toplamaq mənada verilib burada. Bu müzakirədir. Amma biri də var ki, uşaq yeni bir fikir yaradır. Yeni bir fikir hər zaman əqli hücumdadır. Amma müzakirədə var olan bir şeyi siz başlayırsınız provokativ suallardan həll etməyə. İndi mənə bir məşğələ qurun, orada əqli hücum yaradın, bir də müzakirə yaradın. Əqli hücum. Əqli hücum müəllimə söz assosiasiyası kimdə gedir də. Niyə? Və ikinci bir adı beyin həmləsi. Beyin həmlə. Söz assosiasiyası. Hə, beyin həmləsi söz assosiasiyası kimi gedir. Başa düşdüm mən. Qarışdırdım mən. Testin cavabınız nədir müəllimə? Necə? Burada 21-də cavab nədir? Müəllimə, mən burada müzakirəni götürdüm. Müzakirə düzgün cavab bilirdim. Əgər bir cümlədə ideya sözü varsa, hər zaman əqli hücuma keçəcəksiniz. Yadınızda qalsın. Müzakirədə ideyanız yoxdur. Başa düşdüm müəllimə. Yəni səhv bilirdim mən bunu. Sonra indi mənə izah edin. Varsa, Gəlin gedək bir məşğələyə, seçin siz hər hansı bir məşğələ və o məşğələyə aid bir müzakirə quraq, birdən də əqli hücum və fərqləndirək biz bunu. Məsələn, meyvələr mövzusu olsun. Aha, olsun. Meyvələr mövzusunda məsələn uşaqlara sual veririk ki, uşaqlar siz hansı meyvələri tanıyırsınız və nəyə görə onu xoşlayırsınız? Burada uşaqlara Yaradım mən meyvələr müzakirə. aid. Buyurun müəllimə, ola bilsin mən çətinlik çəkdim biraz. Müzakirə yaradım ilk öncə əqli hücum. Bəli, müzakirə zəhmət olmasa. Meyvələr Bir də müəllimə sual vermək istəyirəm. Müzakirənin iş üsulun orta qrupda vermək olar, yoxsa olmaz? müəllimə, belə bir şey deyim ki, əslində iş üsulu və iş formalarının yaşlar üzrə qurulmasına mən qarşıyam. Müzakirə kurikulumda bizə verilib ki, böyük qrupdan etibarən həyata keçirilir. Əgər testologiya yazırsınızsa, böyük qrupdan etibarən keçirin. Amma siz orta qrupdasınız və orta qrup uşaqları kooperativ deməyim, kommunikativ bacarıqları çox güclüdür, ünsiyyətdədirlər və onlar fikir mübadiləsi aparmağı bacarırlar və onlar ümumiyyətlə provokativ suallarda çox yaxşı iştirak edirlər. Məsələn, indi bir sual yaradım mən sizə. Orada çox yaxşı iştirak edirlər və o zaman siz ora müzakirə yazarsınız. Gələn yoxlamaya və yaxud da ki, soruşan hər hansı birinə nəticə açıqlama verə biləcəksinizsə, müzakirəni mən həyata keçirirəm və həqiqətən də mənim qrupumda o bir belə deyək də, tutaq ki, o bir necə deyim, nəticə verir ki, bilirsiniz ki, iş üsulunu və formasını seçmək bir müəllimin hüququdur və bu hüquqdan istifadə edərək siz onu deyə bilərsiniz ki, mənim qrupumda kommunikativ bacarıqlar çox güclüdür və müzakirə mənim qrupumda çox yaxşı nəticə verir. Hə, o zaman yazarsınız. Amma testdə sizdə soruşsa deyəcəksiniz böyük qrup, çünki orada açıqlamalar verə bilmirik biz. Aydındır? Başa düşdüm mən. Gəlin müzakirə quraq. Hansı qrupdasınız? Orta qrupdasınız? Orta qrup, bəli, orta qrup. Uşaqlar, əlimdə 3 dənə almam var, meyvə dedinizdə. 2 dənə də uşaq var. Bu 3 almanı 2 uşaq arasında necə bölüm? Bax, uşağın biri mənə deyəcək ki, müəllimə, birini birinə verək, birini də tollayaq getsin. Digər də deyəcək ki, müəllimə, ikisini birinə verək, birini birinə verək. O birisi də deyəcək ki, birini birinə verək, birini də təni ortadan bölək. Görürsünüz, bu bir müzakirədir və hamısı düz deyir. Hə? Bəli. Amma bir nəticəyə gəlmək. Aydındır? Amma bir nəticəyə gəlmək. Qaldı ki, əqli hücum yaradıram. Uşaqlar, şəkilə diqqətlə baxın. Şəkildə neçədən alma var? 1, 2, 3. Və səbətdə görə neçə alma var? Burada artıq əqli hücum yaradasınız. Aydındır? Müzakirə provokativ sualdır. Verilən bütün cavablarım doğrudur, amma mən bir nəticəyə gəlməyi bacarmalıyam. Əqli hücum isə sadəcə olaraq uşağı belə deyim, adaptasiya edib, stimullaşdırıb, daha sonra motivə edib hərəkətə keçirmək üçündür. O zaman da bir əqli hücum yaradıram. Ya şəkillə, ya resursla, ya hər hansı bir şeylə uşağı özümə cəlb edirəm, ideyalarını toplayıram və uşağı göndərirəm dərk etməyə. Aydındır mənim fikrim.
Müəllimə, Bəli. əqli hücumda sonda müəllimə, yəni tərbiyəçi qərar verir də. Tərbiyəçi belə qərar verir ki, əslində müzakirədə də qərar verirsiniz. Müzakirəniz daha çox dərk etmədə özünü yaxşı göstərir. Bax, məsələn, bir əqli hücum yaradır. Uşaqlar, şəkilə diqqətlə baxın. Şəkildə neçə alma var? Bəli, 1, 2, 3 alma var. Baxın görün burada neçə uşaq var? 2 uşaq var. Deməli, səbətimizdə 3 alma var, 2 dənə də uşaq. Bugün biz sizlərlə bu 3 almanı 2 uşaq arasında böləcəyik. İndi keçirəm dərk etməyə. Orada da müzakirədən istifadə edir. Uşaqlar 3 dənə almamız var, 2 dənə də uşaq. Bu 3 almanı 2 uşaq arasında necə bölək? Burada da müzakirədir. Başa düşdüm. Aydındır. Müəllimə 21-də B bəndi oldu. Bəli, əqli hücumdur. Yadınızda Bəli, qalsın, bəli. ümumiyyətlə müzakirədə kreativlik yoxdur. Kreativlik səriştəsi özünü göstərir. Əqli hücumda müzakirə ümumiyyətlə sadəcə kommunikativ bacarıqları inkişaf etdirmək üçündür. Orada ümumi olaraq uşaqların hər birinin belə deyək də öz fikrini söyləməsidir və proaktiv məsələlərdir. Adətən oradakı proaktiv mübahisəli məsələ kimidir. Niyə? Çünki nisbi düşüncədir bir növ. O da haqlıdır, mən də haqlıyam, sən də haqlısan. Götürdüyünüz zaman bir uşağın 3 almanı 2 uşaq arasında bölməsi bir uşağın verdiyi cavabın. Oradakı bütün uşaqların cavabları doğruydu. Mən 3 almanı birinə ikisini, birini də verə bilərəm. Hərəsinə birini də verə bilərəm. Digərini heç verməyə bilərəm. Hərəsinə birini verib 2 yerə də bölə bilərəm. Aydındır, amma mənə ümumi bir cavab əslində lazımdır. Ümumi bir nəticəyə sonda əlbəttə ki, gəlirsiniz. Aydındır fikrim? Aydındır müəllim. Ancaq əqli hücumu müəllimə mən başa düşmədim dəqiq. Müzakirəni çox gözəl izah elədiniz. Əqli hücumda məsələn dediniz 3 alma var, saydıq 1 2 3 alma var uşaqlar. Bəs səbətdə neçə alma var? Yox, Bu sual şəkili diqqətlə baxın. Aynur müəllimə, axşamınız xeyir, necəsiz? Olar bir kəlmə söz deyim. Müəllimə əslində Aynur müəllimə çox gözəl izah elədi müəllimələr. Sizə bir dənə nüans deyim. Əqli hücumda suallar uşaqlar deyir, müəllimə demir ki, məsələn, sən səhv dedin, sən düz dedin. Heç vaxt müzakirə eləmir. Məsələn, müəllimə bayaq dedi ki, 3 dənə alma var. Uşağın biri deyir ki, 2-dir, uşağın biri deyir 1 dənə almadır. Müəllimə heç vaxt o uşağa demir. Sən səhv deyibsən, sən düz deyibsən. Bax belə. Hayır, o əqli hücumdur. Amma müzakirədə suallar cavablandırılır. Açıq sual formasında verilir, sonra cavablandırılır müəllimələr. Bax belədir. Məsələn, əqli hücumda sən nəyisə göstərirsən, uşaqdan fikir istəyirsən, heç bir şey demirsən, geri çəkilirsən, uşaqlar hər bir məsələ olmasını alma, deyirsiniz ki, uşaqlar əlimdəki şəkilə diqqətlə baxın, şəkildə nə təsvir olunur? Hansı fəsildir? Uşaqlar da deyir ki, məsələn, yağış yağır, yarpaqlar tökülür, biri deyir qışdır, biri deyir yaydır, biri deyir payızdır, biri deyir, məsələn, tutaq ki, yazdır. Bu ideyaları toplayıram, sonunda da deyirəm ki, Əli sən düz dedin, bu payızdır, payızda ağacların yarpaqları saralır və payızda yağışlar yağır. Səma, sən düz demədin, payızda qar yağmır ki, məsələn. Aydındır, sonda əslində siz orada ideyaları toplayıb və sonda kimin düz dediyini söylürsünüz, sonra keçirsiniz dərk etməyə və müzakirəniz dərk etmədə olur. Əqli hücumunuz motivasiyada olur. Yadınızda qalsın. Çox sağ olun Aynur müəllimə. Gözəl dərin izahlarınız üçün. Maşallah sizə. 22-yə Çox sağ baxaq. olun. Siz sağ olun. İndi keçək Piaget. Piagetə görə egosentrik nitqin əlamətləri aşağıdakılardan hansıdır? Egosentrik danışma yalnız ikən deyil. Məndə görünmür. Görünür. Ola bilər ki, siz mitdən çıxmısınız, geri dönün. Mən də yaxınlaşdıram deyirəm, ona görə qısa oxuyuram, üzr istəyirəm. Egosentrik danışma yalnız ikən deyil, kollektiv içində baş verir. Sonra uşaq egosentrik nitq zamanı heç kimlə danışmaz. Egosentrik nitq səsli nitqdir. A bəndi yalnız bir, B bəndi 1 və ya 2, C bəndi 1, 2, 3, D bəndi yalnız 2, E bəndi 2 və ya 3. Deməli, burada egosentrik bir düzdür müəllimə. Bir düzdür, bir də uşaq egosentrik nitq zamanı heç kimlə danışmır. Bu yanlışdır. Məncə nitq səsli nitqdir. Bir üç yoxdur.
C ola bilər müəllimə üçü də. Bəli. Üçü də. Müəllimə, ümumiyyətlə egosentrik nitq nə deməkdir ki, mən bilmirəm. Egosentrik uşaq mən anlayışının mərkəzdə olur. Bu 3 yaşında başlayır. Uşaq mən anlayışının müəllimə dərk eləyir. Hər şeydə özün bilir də. O Yəni öz ətrafında nə bilir ki, amma o dövrdə də bir nitq var, egosentrik nitq. Egosentrik nitq haqqında kim bilir, mənə deyə bilərsiniz. Mən bildiyimi müəllimə dedim, egosentrik yəni Bəli, buyurun. uşaqda mən anlayışını. Buyurun. Egosentrik nitq elə Aynur müəllimə, Bəli. salam. Müəllimə, siz izah etməydiniz daha çox. Edəcəm müəllimə, müəllimənin fikirləri mənim üçün maraqlıdır, hörmət eləyir. Müəllimə fikrini izah eləsin, bəlkə düzgün fikir ifadə edir. Buyurun müəllimə. Deməli bir baxırıq kənardan, uşaq hansı bir oyuncaqla oynayır. Uşaq oyuncaqla oynayanda belə deyir, bunun səsi gözəldir, bunun səsini yığaq, sonra bunu aparaq evinə, evində yeməyin yedizdirək, otuzduraq, çizdirək, yatırdıraq. Uşaq öz-özünə planlı danışıqdır, öz-özünə danışıqdır. Sanki elə bir kukla ilə danışır, heç kəslə danışmır, oturub kukla ilə danışır. Mən bunu belə başa düşürəm. Müəllimə, o monotip danışıq deyilmi? O monotip danışıqdır. Egosentrik nitq məncə uşaq hər şeyi deyirsə də ona olmaz kəlməsini demirsiniz. Özü vurğulayır. O nitqdən söhbət gedir, müəllimə. Egosentrik mərkəzçilik o başqadır, o şəxsiyyətin özünə məxsusluğa. Amma nitqdən söhbət gedir burada. Mən onu egosentrik oxumuşam. Bəlkə də ola bilsin egosentrik yazılır. Egosentrik, siz Tələbiyevin kitabında. Müəllimə, siz adlandırdığınız nitqin adı egosentrik nitqdir. Onun niyə o formada? Ümumiyyətlə orada əşyalar rol oynayır. Vygotsky'yə görə də o Piaget'ə görə egosentrik, Vygotsky'yə görə apokomponent müşahidəçi nitq adı ilə gedir. Vygotsky'də uşaq orada Piaget'də deyək, uşaq siz dediyiniz kimi əşyalarla oynayır. Belə deyək də bir gəlinci üzərində bu gəlinciyin saçını daradım. İndi gəlincik məsələn gözəlləşib. Mən onu məsələn partiya yaparım. Bu formada gəlinci üzərində danışmasıdır. Vygotsky'də də apokomponent, yəni müşahidəçi nitqdə uşaq əsasən kublarla oynayır və kubları bir növ canlandırır, müşahidə edir. Müşahidəçi nitq necədir? O evdə ata, ana, bacı, qardaş, baba, nənə ilə yaşayır və onları müşahidə edir, gətirir o müşahidəni kubların içərisinə. Qapı döyüldü, ata gəldi, kublarla bir-bir oynayır, ata içəri daxil oldu. Ana süfrəni düzdür, baba qəzet oxuyur, nənə hörgü hörür. Məsələn, kubları bir növ canlandırdı və Vygotsky'yə görə uşaq bunu müşahidə edib, beyninə məsələn yazır, daha sonra kublar üzərində onu rol kimi canlandırır. Bu da müşahidəçi nitqdir. Amma egosentrik də dediyim kimi əşyalar üzərində uşağın danışmasıdır və orada egosentrik nitq ona görə deyirik ki, əşyalarla olur. Adətən də fəaliyyət, məhsuldar fəaliyyətlərdə özünü daha çox göstərir və yaradıcılıqda özünü daha çox göstərir. Yapmada, quraşdırma, aplikasiya fəaliyyətlərində də uşaq kəsərkən falan öz-özünə də danışa bilər və yaxud da ki, nəsə yapanda da öz-özünə danışa bilər. Bu egosentrik nitqdir. Biri də var ki, egosentrik. Uşaq sentrasiya mərkəzdədir və başlayır danışmağa və bunu tək halda etmir. Kollektivin içərisindədir. Kollektivin içərisindədir, amma heç kimdən danışmır, əlaqə qurmur və səsli şəkildə danışır. Məsələn, nedir? Bir də istəyir ki, diqqət onda olsun. Axı biz demişik, egosentrik dövrdə uşaq istəyir ki, hər kəs onun məsələn yediyi yeməyi yesin, hər kəs onun sevdiyi cizgi filmi sevsin. Burada da istəyir ki, hər kəs ona baxsın, amma ünsiyyət qurmur heç kimlə. Biz buna adətən də bir növ deyirik kollektiv monoloq. Məsələn, kənardan baxırsan, uşaq öz-özünə danışır, kollektivin içərisində öz-özünə danışmasına. Məsələn, qizginin qarşısına keçir, saçını sığallayır, başlayır öz-özünə danışmağa, bir gözünün altı ilə də baxır ki, görün buna bir baxan varmı? Amma heç kimlə də ünsiyyətdə olmur. Bu da adlanır egosentrik nitq. Aydındır müəllimə? Siz dediyiniz egosentrik. Müəllimə, çox sağ olun. Başa düşdüm. Çox sağ olun. Siz sağ olun. Piaget'ə görə nitqin rolu əslində minimal dərəcədə deyil. O mənada minimal deyil ki, biz deyə bilmərik ki, orada nitq yoxdur. Sadəcə olaraq nitq deməyək biz ona ünsiyyət deyək. Ünsiyyət minimumdur. Uşaqda nitq var. Daxili nitq də var. Uşaqda egosentrik nitq də var. Amma ünsiyyət özünü o şəkildə yəni çox göstərmir. Tutaq ki, Vygotsky'dəki kimi göstərmir. Aydındır? Axşamınız xeyir. Aynur xanım, çox üzr istəyirəm, araya girdim. Buyurun. Bu mövzular hansı PDF-də yer alıb? Məsəl üçün, bilirik bu mövzular egosentrik mövzusu. Amma bunu Piaget'in orijinalından oxumuşam mən, yəni ingilis versiyasıdır.
Hə, mənim rastıma gəlməyib, Hə, ona görə elə yox, bu müəllimə soruşdum. tərcümələrdə rast gələ bilməzsiniz. Çünki ingilis versiyası da orijinal. Yəni sizin danışığınızdan orada müəyyən Mən qeydlər lazım etdim. olan hər bir şeyi Egosentrik deyirəm. nitqi, Bəli. mən elə bir hansı PDF-inizdə var, bəlkə qrupa da Yox, yox. atmışsınızsa belə baxın. Yox, müəllim. Ha, egosentrik nitqi, yəni uşaq danışır, istəyir ki, hamı ona baxsın. Kollektiv O, içərisində müəllim. danışır, amma heç kimlə Həm də danışmır. deyir, kollektiv monoloq deyilir də buna, hə. Onu Kollektiv qeyd monoloq. Piaget'in bir dəqiqə mənim Nəsə bir elə qeyd olsaydı, yox, atardınız. qeyd kimi etməmişəm onu, çünki ehtiyac da yoxdur. Sadəcə istəyirəm müəllimlər hər tərəfli bilsin deyə bilmərəm də ki, bundan sizə mütləq Hə, deyək. belə ətraflı Yəni bilmək üçün müəllimləri çox yaxşıdır. da yormağı istəmirəm. Mən adi ödənişli dərslərdə də adətən danışmağa daha çox üstünlük verirəm ki, mən bilirəm ki, PDF o dərəcədə oxunmur və yaxud da ki, yormağa ehtiyac yoxdur müəllimlər. Onsuz da mən onu Düzdür, uzun uzadı olanda yalan deyir. Elə çox vaxt sizə elə danışıqlarda müəyyən qədər elə məntiqlə uyğunlaşdırır. yəni Çox lazım olan oxumaq hər bir olmur. şey onsuz da danışmaq. Özü elmi olanda. O orijinalı oxumaq sizlik deyil. Yəni necə Elə ki, deyil, yəni sizi yorar onlar. O mənada deyirəm, xoş niyyətlə düz başa düşdüm. elə çox sağ olun ki, biz müəyyən qədər qeydlər etdik. Bir dənə gətirəcəm Piaget'in öz slaydımı. Orada siz görəcəksiniz nə demək istəyirəm. Deməli, egoseptrik nitq yalnız təsviri fəaliyyətdə olan nitq. Egoseptrik nitq təsviri Yəni fəaliyyət başqa- demir, məhsuldar fəaliyyətlər. Yəni başqa fəaliyyətlərdə olmuyor da, başqa fəaliyyətlərdə ancaq o komponent olur. Yəni oyuncaq üzərində. Akokomponent Yoxsa yalnız Piaget'ə bu aid. oyun. Sadəcə biz nitqlərdən danışdıq. Akokomponent Vygotskiyə aiddir müşahidəçi nitq. Egoseptrik nitq Aha, Piaget'ə Vygotsky. aiddir. Egosentrik nitq də Piaget'ə aiddir. Aydındır? Egosentrik nitq bu Piaget'ə aiddir. Bəli. Septrik də, egoseptrik nitq. Egosentrik də, egoseptrik də. Bax görürsüz, Piaget'in İkisi də. aha. görürsüz bunu. Ekrana bir şey gətirmişəm. Görürsüz? Qoy mənə bir bunu zəhmət olmasa böyüdək. Lap mən böyüdəm. Baxın, kollektiv monoloq. Bu özünü göstərir əməliyyatlar öncəki mərhələ. Aha. Bax bu kollektiv monoloq dediyimiz Hə, şey bu egosentrik nitq. bildim. Məsələn, onun tək tərəfli qruplaşdırmadır, tərsinə çevirə bilməməzlikdir. Məsələn, Piaget'in tərsinə çevirə bilməməyi müəllimlər adətən bunu rəqəmə alırlar ki, riyazi bilik kimi salır. Bu deyil. Yəni bu deyil. Məsələn, tutaq ki, deyə bilərsiniz, məsələn, uşağa deyirəm ki, 3-ün üzərinə 2 gəlir, neçə edir? Uşaq mənə deyir 5. Yaxşı, 2-nin üzərinə 3 gələndə neçə edir? Bunun 5 olduğunu bilmir. Bu başqa bir məsələ. Bir də ümumi olaraq heç bir şey tərsinə çevirə bilmir. Məsələn, necə? Tutaq ki, deyirəm ki, Ayanın bacısı var, deyir hə var. Deyirəm adı nədir? Deyir Leyla. Deyirəm yaxşı Leylanın bacısının adı nədir? Deyir bilmirəm ki, Leylanın bacısı var. Tərsinə çevirmədi. Aydındır? Bunu da edə bilmir. Əməliyyatlar öncəki mərhələdə. Sehirli düşünmələrin hansısı? Analizm, apikalizm, xəyali dost, konservasiyanın qazanılmaması, dəyişməzliyi qazanılmayıb. Bunların hamısı özünü göstərir əməliyyatlar öncəki mərhələsində. Aynur xanım, mən həmişə testlərdə bu konkretlə o birisini çaşdırıram. Yadımdan çıxdı o birisi bir an. Konkret əməli mərhələ. Bir də Konkretən yox, o birisi hansı? əməliyyatlar öncəki Formal əməli. Aha, onları hamısı Məsələn, qarışdırıram. nə Nə olaraq qədər qarışdırırsınız? edirəm. Hələ testlərdə çox. Siz ola bilər ki, qarışdırırsınız induksiya, deduksiya. Hə? Hə, deyirsən elə o vardadır. İndi bir arada testlər arasında düşəndə elə sizinlə müzakirə vaxtı elə onları deyərəm, yadımdan çıxdı. Amma o konkretlə formalı heç cür eləyə bilmir, mənimsəyə bilmirəm. İlkin əməli ilə hissə hərəkini adam onu artıq bilir. Amma olur ki, formal əməliyə uyğunlaşdırıram, konkret olur cavab. Ya konkret uyğunlaşdıran formal əməli, o baxımdan biraz Müəllimə, onsuz o konkretdir, formal daxil. Bu bağçaya deyir aid deyil, bizə düşmür o. MİQ-də onu deyim ki, amma yenə də adətən atırlar da, testlər olur. yoxlamaq üçün edirlər. İndi bilmirəm necə olacaq. O ki, yəni mövzunu. Müəlliməm, Bəli.
bir söz deyim şeydə o formalı demişdilər ki, düşmür, o birisilər düşür. İnansız ki, mən şeydə işə qəbulda imennolar düşmüşdüm. Sonra Qarner nəzəriyyəsini çıxartmışdılar. Dedilər ki, Qarneri öyrənməyin. Düz yaxşı ki öyrənmişdim. İmенно Qarner Mən də nəzəriyyəsi keçən il düşmüşdü. dedilər ki, Heç o Qarneri bir keçirilmir. Sözünüzü kəsdirəm Asiyə müəllimə. Dedilər ki, hə, Qarneri heç kim keçmir müəllimə. Heç keçməyinizə dəyməz, keçirilmir, amma birinci ilə Qarner düşmüşdü nəzəriyyələrdə. bir də ki müəllimə yadımdadır və iminli bir şey var idi. Tibbi model, bir də sosial model şeydə inklüziv təhsildədir də səhv etmirəmsə. Bəli. Dedilər ki, onlar bizə aid deyil, o birisi formasını öyrənin. Düzdür, o birisi formasını da bilirdim. Bu formasında elə siz izah eləyəndə bir dəfə dinləmişdim də, belə deyim. Yəni ki, Onu çox bir da də oxumamışdım. Valdo. Amma Bir də Valdo. təxmini yadımda qalırdı. İminlə o düşmüşdü, inansız Aynur müəllimə. Mən şok olmuşdum. Bir də- Elə hamısı mənə Tibbi sosial model, Qarner, bir də müəllimlər Valdorfu ilk dəfə Asiyə müəllimə mənə çatanda 2022-də mən demişdim. Sonra o şeyə düşmüşdü. bəli, düzdür müəllimə. Valdorfun özü də elə olmuşdu. Yəni belə müəllimlər əslində hər tərəfli bilgiyə sahib olmağımız yaxşı bir şeydir. Belə bir Yəni o iminli düşmür deyənlər düşür də, yəni düşür çərçivədə o varsa, şeylər əgər düşür. oxu ədəbiyyatında mövcuddursa, yəni təlimçilər olaraq oxu ədəbiyyatından istifadə edirik. Əgər orada mövcuddursa, o 100% düşmə ehtimalı var. Ən az bir sual belə olsa orada düşəcək. Hətta Qarnerdən 2 dənə sual düşmüşdü mənə. Doğrudur. 23-ü kim oxusun? Aydındır müəllimlər, Piaget'in egosentrik nitqi. Oxuyum da mən də açmışam səsi. Heç vaxtım olmur uşaqla. Hə. Demək böyük qrupun müəllimi Günel müəllimə qrupda müşahidə apardığı vaxt Hikmətin tikinti material guşəsində oyun oynayarkən Sənanı itələyərək bloka əlindən aldığını görür və Hikməti yanına çağıraraq onunla danışmaq istədiyini söyləyir. Günel müəllimə hansı sözlərdən istifadə edərsə Hikmətin davranışının düzəlməsinə kömək edə bilər. Demək, nə sözə baxmayan uşaqsan, həmişə eyni hərəkəti edirsən, bu yanlışdır. Belə eləsən, səni gəzintiyə aparmayacağam, bu da yanlışdır. Niyə belə edirsən, eynisini səni eləsələr necə olar? Bu da yanlışdır. Oynamaq istədiyini anlayıram, ancaq sən belə edəndə mən özümü pis hiss edirəm. Bir daha o guşədə oyun oynamayacaqsan. Cavab burada D variantıdır. Düzdür. Aha, çünki o birisilər qəti şəkildə olmaz. Hə, bir dəqiqə mənim. Hayca. Hə, gəlirəm indi. Aha. Yaxşı. 24-də oxuyum müəllimim. Demək, biri valideyni aktivləşdirmək üsullarına aid deyil. Sorğu test müsahibə, müzakirə sualları, uşaq yaradıcılığının nəticələrini təhlili, dəyirmi masa müzakirə görüşü, video materiallara baxmaq. Məncə burada A variantıdır. Sorğu test müsahibə bu uşağa aid olan bir şeydir. Valideynlərlə sorğunuz olmur sizin? Sorğu olur, müəllimə, sorğu olur, amma ki məsələn test olmur da valideynlə. Olur. Olur? Valideyni Doğrudan. sorğu keçirdirsiniz. Müsahibət. Onda müsahibət olur. Mən bir dənə testə görə bunu götürmədim. Demək, indi o birislərini onda oxuyum təzədən. Niyə aktivləşdirirsiniz? Orada valideyni aktivləşdirmək üsulu başqadır. Valideynlə görüş üsulları başqadır. Bunlar fərqli şeylər. Aktivləşdirmək nədir? Mən sorğu keçirəm. Evdə uşağınızdan nə qədər vaxt keçirirsiniz? Uşağınızın ən sevdiyi yemək, uşağınızın ən sevdiyi oyun məsələn. Aha. Bunu sorğu test müsahibəsiylə edə bilirəm. Sonra başqa? Demək orada müzakirə sualları ola bilər. Uşaq yaradıcılığının nəticələrinin təhlili, dəyirmə masa müzakirə görüşü aiddir. Video materiallara baxmaq da məncə aiddir. Onda C variantı deyil müəllimə. Uşaq yaradıcılıq nəticələrini təhlil edirsiniz və orada uşağın yaradıcılığını təhlil edərək siz valideyni aktivləşdirirsiniz ki, uşaq evdə də uşaq üçün bir inkişaf etdirici, öyrədici mühit yarada bilsin, aktivləşir o zaman. Amma dəyirmi masa müzakirə görüşlərində siz maarifləndirici xarakter daşıyırsınız, aktivləşdirici yox. Aha, başa düşdüm. Deyim. Bildim müəllimə. 21 sonlandıraq bugünlük. Buyurun. Aha. Tərbiyəçi müəllim
Uşaq inkişafını uşaq inkişafını təmin etmək üçün hansı bacarıqlara malik olmalıdır? Biri yanlışdır. Uşaqların təhsil ehtiyaclarını ödəmək üçün daima onların irəliləyişləri haqqında məlumat toplamalı, yaş mərhələlərinə uyğun uşaqların inkişafını izləmək ola bilər. Uşaqların təhsilində və inkişafında onların fəallığını təmin etmək ola bilər. Kurikulumda verilən təlim nəticələrinə nail olmaq, uşağın inkişaf səviyyəsini nəzərə alaraq kollektiv yanaşmaq, qrup işində müvafiq diferensiallaşma aparmaq, ailələrlə işlənmək. Bunlar da hamısı doğru kimi gəldi. Demək, uşağın inkişaf səviyyəsini nəzərə alaraq kollektiv yanaşmaq, kollektiv yanaşmaq, qrup işində müvafiq diferensiallaşma aparmaq. Bu düzdür ki, müəllimə D variantı, yoxsa nəsə mənə qəribə gəldi. Diferensial yanaşma kollektiv deyil, orada fərdi yanaşma. Fərdi yanaşmaq. Hə, elə ona görə dedim ki, qrupda nə diferensiallıq, elə fərdi şey var da, o fərdini diferensiala götürərəm. Beynimdə elə planlaşdırıram. Aydındır? Hı. Yaxşı, onda 30-a kimi oxuyaq, sonra yekunlaşdıraq. 26-nı kim oxusun? Oxuyum müəllimə. Buyurun. Tərbiyəçi müəllim qrupda güşələri hazırlayarkən ilk olaraq qrupun xüsusiyyətləri və uşaq sayına görə təşkil edir. Fəaliyyət zamanı uşaqların bir-birini görüb diqqəti dağılmasın deyə öz boyuna uyğun rəflərdən istifadə edir. Güşələrdəki materiallar üçün isə uşaqların maraqlarını nəzərə alır. Səsli və səssiz mərkəzləri bir-birindən ayrı təşkil edir. Yuxarıda verilən nümunədə tərbiyəçi müəllim güşələri təşkil edərkən hansı məqamları səhvlik edib? Səhvi axtarırıq. Güşələr qrupun xüsusiyyətlərə uyğun təşkil edilməsi, qrupun xüsusiyyətinə uyğun digərləri oxuyum müəllimə. Səsli və səssiz mərkəzləri bir-birindən ayrı təşkil etməsi. Bəli, məsələn, elə güşələr var ki, səssiz olmalıdır kitab güşəsi, onu səsli güşəyə yaxın edə bilməz də. Güşələrdəki materialları seçərkən uşaqların maraqları nəzərə alınması bu doğrudur. Fəaliyyət zamanı uşaqların bir-birinə görərək diqqəti dağılmasın deyə rəfləri öz boyuna uyğun seçməsi. Ümumilikdə güşələr əlçatan olmalıdır. Yəni, diqqət dağılmağına görə deyil, əlçatan olmalıdır. Mən burada məqam səhvlik edir. Mənə elə gəlir ki, qrupun xüsusiyyətlərinə uyğun, uşağın xasiyyətinə uyğun deyir də, yəqin bu səhv olar müəllimə. Səhvliyi seçin. Səhvi bilirsiniz də, axtarırsınız hə müəllim? Bəli, səhv axtarım, bəli. O bilər nəsə mənə düzgün gəldi. Ancaq bu güşələrdə qrupun xüsusiyyətlərinə uyğun təşkil edilməsi. Qrupun xüsusiyyətinə uyğun təşkil etməlisiniz güşələr. Və burada hər bir fəaliyyətinizdə qrupun xüsusiyyəti, yaş, anlaq səviyyəsini nəzərə almaq. Fəaliyyəti zamanı uşaqların bir-birini görərək diqqəti qrupumun xüsusiyyəti odur ki, yaş anlaq səviyyəsi. Mənim qrupum 3-4 yaşındadır. Ona uyğun seçməliyik. Mən qrupumda riyaziyyat güşəsi təşkil edə bilmərəm. Sensmotor zonalar olmalıdır məndə. Amma güşələr də bir-birindən ayrı təşkil edilir. Güşədə materiallar seçərkən uşaqların maraqlarını nəzərə alması, həm maraqlarını, həm yaş xüsusiyyətlərini nəzərə almalıyıq. Təkcə maraqlarını deyil. Hamısını nəzərə almalısınız. Bu da doğru variantdır da. Səhvi rəfləri öz boyuna yox, bu öz boyunu müəllimənin nəzərdə tutur. Bəli. Müəlliməni xeyr, axı uşağı nəzərdə tutmalıyıq. Görə D variantı səhv. Bəli, hə. Bu güşələri tanıyırsınız müəllim? Kitab güşəsi, stol üstü oyun güşəsi, riyaziyyat güşəsi, təbiət güşəsi, elm güşəsi, sonra sujetli rollu oyunlar güşəsi dedim də yəqin. Yadıma hələ ki bunlar düşür. Hansı güşə? Müəllimə bir sual verə bilərəm, sözü də kəsirəm. Demək qrupda məcburdur ki, məsəl üçün səhv etmirəmsə 11 dənə güşə olmalıdır, hə, o şəkildə. 8 güşə olmalıdır. Hə, 8. Neçə dənə müəllimə? Əslində 14-dür də, hazırki dövrdə 8 güşə. 8. Aha. 8 desə məsəl üçün 8 dənə güşəmiz mütləq şəkildə olmalıdır. Məsələn 5 dənə siz ümumiyyətlə bağçanızın maddi texniki bazasına baxıb güşə qurmalısınız. Həm də ki elə var ki, kiçik qrupda məncə başlamır. Elm güşəsi, təbiət güşəsi, əl əməyi güşəsi. Onlar məsəl üçün yaş qrupuna görə olursa kiçik qrupa aidiyyət. Məşğələlər uyğundur da. Məşğələlərimizə bu il hansı məşğələ getiririk, ona uyğun güşələr qoyuruq. Məşğələliyə uyğun qururuq deyəndə, məsələn, mən belə bir şey deyim də, tutaq ki, elm güşəsini körpələr qrupunda qura bilmərəm.
Bəli, o artıq böyük qrup. Məsələn, riyaziyyat köşəsi körpələr qrupunda yoxdur. Orada sensor tərbiyə keçirən sensmotorlu zona. Bəli, toxunuşdu orada. Biz standartlara baxırıq və uşaqların bacarığına uyğun olaraq bilirik ki, bu il nə keçəcək və ona uyğun görüşlər qoyuruq. Nə? Yəni kiçik qrupda milli güşə olar da, hə, ya olmaz? Necə olmaz? Olmaz. Hə. Milli güşə olar, olmaz kiçik qrupda. Yox, kiçik qrupda adətən milli güşədən istifadə etmirsiniz. Məktəbə hazırlıq qrupuna, böyük qrupa uyğun gələr o. Bəli. Məndə var, ona görə soruşurdum, görüm düzdür, yanlışdır. Prosta əlimdə material var idi deyə qurdum da. Gəlinci güşəsi qrup. Uşağın yaş səviyyəsini, Allah səviyyəsini, uşaq onu dərk eləməlidir. O, Azərbaycancılıq hissini özündə duymalıdır. Kiçik qrupda axı körpədilər, onlar hələ reaksiyalara cavab verir bizim reaksiyalarımıza Ümumiyyətlə, kiçik baxır. qrupda bütün fəaliyyət ikinci yarısından etibarən həyata keçirmək daha məqsəd uyğundur. Məsəl üçün, kitab güşəsi bütün yaş dövrlərinə hər birində var. Ancaq orada göstərir ki, ilk olaraq kitabı kiçik qrupa təqdim etmirlər. Ona hələ ki, onların şəkillərinə baxır deyə. Kiçik Yəni qrupda sonradan kitab güşəsi ilin ikinci yarısından etibarən. ikinci yarısında. Bəli. Tematik xarakter daşıyır. Yalnız şəkilə baxırsınız və o Məlumat verir. kitabı cırmamaq falan. Amma belə bir şey desə ki, kitabdan istifadə, kitabın ardıcıllığı, məsələn, o məktəb hazırlıq qrupunda da ardıcıllıq. Orada da məsələn kitabı düz tutub səhifəni çevirmək kimi ardıcıllıq. O məktəb hazırlıq qrupundadır. Bəzən müəllimlər deyir kiçik qruplar, xeyr, orada deyil. Orada yanlış şəkilləri, informasiya xarakteri daşıyır. Al kodunu. Güşələri oxuyan müəllimə hava Bəli. təqvimi hansı güşədədir? Kimin mikrofon açdı? Hə, təbiət güşəsindədir. Təbiət güşəsindədir. İdraki tədqiqat fəaliyyətlərini inkişaf etdirən güşə hansıdır? O tikinti güşəsi olur, riyaziyyat güşəsi, İdraki tədqiqat deyirəm. elm güşəsi, elm. Tədqiqat varsa elmdir. Riyazi bacarıqları, problem həll etmə bacarıqlarını formalaşdıran hansıdır? Müəllimə, o artıq tikinti güşəsində olur, konstruktivlik qurur, orada məsəl üçün ölçür, biçir belə. Elə düşünürəm ki, onda olar. Riyaziyyatda bir də onda. Hansında bizə rahat yer lazımdır? Kitab güşəsində işığı rahat olmalıdır, sakit rejim olmalıdır, rahat bir məkan olmalıdır, kitab güşəsi. Ətraf gerçəkliyin estetik tərəfinin formalaşması hansı güşədədir? Təbiət güşəsi, çünki Emilə nəzəriyyəsində də göstərir. Ətraf Ətrafda gerçəkliyin estetik tərəfi. gerçəkliyin estetik, gerçəklik əyani şəkildə görür onu, toxunur. Ətraf gerçəkliyin estetik Estetik gözəllikdir. Müəllimə, bu da elm güşəsinə aiddir. ətraf gerçəkliyin estetik Bilmədim müəllimə, işarə verirsən o başa təsviri düş. fəaliyyət güşəsi. Ay, təsviri fəaliyyət. Ətraf gerçəklik, məsələn, təbiət mənzərəsidir, onu gətirirəm şəkildə. Bəli. Doğru. Sonra 27-ni kim oxuyur müəllimlər? Oxuyum müəllimə. Buyurun. Tərbiyəçi uşaqlar bu günlərdən hansı gündür? Uşaqlar bazar ertəsi. Tərbiyəçi, yaxşı, sizcə bu gün hava necədir? Nərmin, bu gün hava çox soyuqdur. Bağçaya gələndə çox üşüdüm. Yolda sular buz bağlamışdı. Mən də sürünüşərək gəldim. Tərbiyəçi deyir, başqa kim bağçaya gələnə kiminə edib? Kamil, biz dünən anamla birlikdə həyətimizdə soyuqdan çox üşümüş pişik tapdıq. Sonra onu evə gətirdik. Biraz isindikdən sonra ona ilik süd verdik. Yuxarıda qeyd olunan nümunə günün rejimin hansı hissəsinə aiddir? Yaxşı. Bugün səhər müəllimə, bu müsahibələridir də bunları soruşur. Səhər fəaliyyətinə aiddir bu müəllimə. Doğru. Səhər fəaliyyətinizdə nələr olur? Səhər fəaliyyətində uşaqları, ümumilikdə uşaqların qəbulu, səhər idmanı, səhər yeməyi, sonra məşğələlərimiz olur. Müsahibə də olur, məşğələ. Müəllimə, birinci idman olur, sonra yeməkdə, hə? Şahidə. Hə, buyurun. Hə, müəllimə. Bəli, buyurun. Sual verə bilərəm deyə müəllimə buyursun. Müəllimlər, eşidirsiniz məni? Bəli, gəlir səsiniz. Bu da sizin səhər fəaliyyətiniz. 28-i kim oxuyur?
Müəllim, mən oxuyum. Tərbiyəçi müəllim Gülşənə həndəsi fiqurlar haqqında suallar ünvanlayır. Gülşən suallara cavab verə bilmir. Bu vaxt tərbiyəçi müəllim nə etməlidir? Cavabı özü verməlidir. Gülşənə yönəldici suallar verməlidir. Gülşənlə fərdi məşğul olmalıdır. Sualı başa bir uşağa ünvanlamalıdır. Gülşənə başqa bir sual ünvanlamalıdır. Tərbiyəçi müəllim Gülşənə həndəsi fiqurlar haqqında suallara cavab verə bilmir. Burada B variantı. B variantı və avtomatizm deyən müəllimə Gülşənə yönəldici suallar verməlidir. Vygotsky'yə görə bu nədir? Yaxın inkişaf Vygotsky'yə görə bu scaffoldingdir. köməkli edir müəllim tərəfindən. Scaffolding Müəllimlər, səsləri bağlayın. Sualı verən müəllimə. Oxuyum müəllimə. Yox, müəllimə deyir scaffolding. Scaffoldingdə Bir dəqiqə, tezdə oxuyun müəllimə. Hə, indi buyurun. müəllimə demək istəyirdim scaffoldingdə yaxın inkişaf zonası deməkdir. Yaxın inkişaf zonası ilə scaffoldingin fərqi var. Yaxın inkişaf zonası bir uşağa bir şey öyrətdiyiniz vaxt, dövr, zamandır. Burada nə deyir həndəsi fiqur? Mən uşağa həndəsi fiqurları öyrətmişəm. Bu onun yaxın inkişaf zonasıdır. Həndəsi fiqurları öyrətdikdə mən həndəsi fiqurlar haqqında ona sual verirəm və sual verdiyim zaman görürəm ki, uşaq çətinlik çəkir. O zaman deyirəm ki, biz demişdik hansının 3 tərəfi var, 3 təpəsi var. Məsələn, yönləndirici suallar verirəm, o zaman scaffolding edirəm. Öyrədəndən sonra yaxın inkişaf zonasının içərisindədir, amma yaxın inkişaf zonasının sonlarına doğrudur. Yaxın inkişaf zonası onu öyrətdiyim bir şeydir, amma scaffolding öyrədəndən sonra uşaq tapşırıq edərkən çətinlik çəkirsə köməklik göstərməyimdir. Oldu mən. Scaffolding yaxın inkişaf zonası deyil, fərqli şeylər. 4-ü də oxuyaq. Aha. 4 yaşındakı Aylin bağçada orta qrup sonunda olmasına baxmayaraq, qrupda tərbiyəçi və qrup yoldaşları ilə danışmır. Asudə vaxtda isə kitablardakı şəkillərə baxır və istəklərini işarələrlə bildirir. Tərbiyəçi Aylin'in anası ilə bu barədə danışanda anası Aylin'in evdə çox danışdığını, onlarla ünsiyyətə girdiyini söyləyir. Ailənin bu davranışı aşağıdakılardan hansıdır? Hiperaktivlik, diqqət əskikliyi, autizm əlaməti, selektiv mutizm, asosiallıq. Hiperaktivlik bilirəm müəllimə. Xeyr. Yox. Hə, mutizm. Çünki uşaq evdə valideynlərlə danışır. Valideyn, sağ ol, evdə danışır, amma uşaqlarla ünsiyyət qurmur. Selektiv mutizm, seçici mutizm. Bəli. 30-a baxın. Şəkil hansı məşğələyə aiddir? Biraz böyüdüm, qoy bir dəqiqə. Şəkil hansı məşğələyə aiddir? Ətraf aləmlə tanışlıq, bədii təfəkkür, fiziki mədəniyyət, təsviri fəaliyyət, sadə riyazi təsəvvürlər. Ətraf aləmlə tanışlıq, abəndi müəllimə. Xeyr. Sadə riyazi. 2, 3, 4 standartınız, məkan anlayışınız, sadə riyazi təsəvvür. Aydındır müəllimə? Dində, çölündə, altında, üstündə məkan anlayışı, sağında, solunda. Aydındır müəllimə. Bu da belə. Növbəti dərslərdə geriyə qalanını inşallah işləyərik. Müəllimə, dərs birdə nə zaman olacaq? Müəllimə, inanın ki, vaxtım olduqca, amma müəllimlər də adətən axşamlar çalışır deyə,
Axşam saatlarında yalnız bazar günü axşam bu həftəlik o da artıq müsahibə qrupu başlayır. Gələn həftədə müsahibə dərsim olacaq. Bilmirəm, amma yenə günorta da olsa bazar günü şərait yaradır. Oldu mən. Müəllimə bir sual verə bilərəm. Hətta buyurun. Yəni siz işləyirsiniz yoxsa necə? Mən hazırda işləmirəm. Çünki vakant yer olmadığı üçün, amma məzuniyyət yerlərində çalışıram, bəli. Nəyə görə soruşsam? Soruşmamın bir səbəbi var. Deməli mən planlaşdırma yazıram, gündəlik planlaşdırma. Səhər fəaliyyətində, gəzintidə və axşam fəaliyyətində biz təbii ki yazılış standart, müsahibə yaxud müşahidə və mən onun məqsədini yazırıq da. Bu əməkdir, oyundur, onunla heç standart və məqsəd ayrıca verilir. Sadəcə mən bilmək istəyirəm ki, biz standart yazdıq, müşahidə və yaxud da müsahibədə mən özüm necə yazıram? Tutaq ki, müşahidə yazıram ki, ağacların müşahidə, uşaqlar ağacların, məsələn, Hansı necə ağac? deyim, məsələn, yarpaqlarını müşahidə. Hansı ağac? Məsələn, ağacların müşahidə. Məsələn, nə ağacın yarpaqlarını müşahidə edir. Sadəcə onu bilmək istəyirəm ki, biz müşahidə edir sözünü məqsəddə yazırıq. Sadəcə olaraq necə, yəni məqsəddə sadəcə onun fəaliyyət olaraq nə yazdığını bilmirəm. Yəni müsahibədə məqsəd olaraq nə yazılır, müşahidə məqsəd olaraq nə yazılır. Müsahibədə məsələn danışılır, uşaqlarla Nar ağacının müəllimə yarpaqları danışır, haqqında müzakirə danışır aparırlar. müsahibədir. Birini söyləyir, verilən suallara cavab verir. Məsələn, digərində isə onu sadəcə müşahidə edirsiniz. Müsahibə Sadəcə müşahidə edir sözü yazırıq. müşahidə edir. Nar ağacının Bir də onu ay sağ olun. Ay bir bunu bilmək istədim. Bir də ki, o standart olaraq idrak inkişafı yazırıq da, ətrafla tanış məşğələsindən çox onun standartlarını veririk. Biraz onu qarışdırın. Müsahibədə hansı standart veririk? müsahibədə daha çox müəllimlərə müşahidədə baxdı. 2-1-3, 2-1-3, 2-1-6. Buradasınız müəllimə? Müəllim eşidirsiniz məni? Müəllimlər gəlir səsim. Gəlir müəllimə. Səs gəlir. 2-1, 2-1-6 mı? 2-1-2 də verə bilər. Bu sizin müşahidənizdir. Müsahibəni də öyrənmək istəyirsiniz. Anlamadım fikrinizi tam olaraq. Müəllimə buradasınız? Müəllimə getdi. Əgər səhər fəaliyyətində müəllimə kimdə səs açıqdır? Səhər fəaliyyətindəsinizsə, əgər müşahidə edirsinizsə, siz müşahidədən istifadə edirsinizsə, orada əsasən müşahidədə verirsiniz. 2-1-3, məsələn 2-1-3 sizə deyir ki, elə müşahidə etdiyi əşyaları fərqləndirir. Müşahidə etdiyi əşyaları belə deyək də, necə deyək, orta qrupdasınızsa fərqləndirəsiniz. Tutaq ki, 2-1-3-də əgər böyük qrupdasınızsa, siz artıq orada müsahibədə verəsiniz 2-1-3-ü. Çünki orada müşahidə etdiklərini haqqında uşaq artıq başlayır danışmağa. 2-1-2-də də, 2-1-3-də də böyük qrupda artıq danışacaq. Belə verəcəksiniz. Məsələn, 2-1-6-nın özü gündəlik rast gəlinən hadisələrdir deyə bunu səhər fəaliyyətinizdə müsahibədə verə bilərsiniz. Belə. Başqa müəllimlər sualınız varmı? Yoxsa sualınızı yekunlaşdıraq, varsa cavablandıra bilərəm. Çox sağ olun Aynurə müəllimə. Aynurə müəllimə, bu video kaydı var, atasınız qrupa. Müəllimə, indi yükləyib atacağım. Keçən səfərki dərsinizdə video qeydi durur. Yükləyirəm, atam. Bu dəfə atacağım. Yaxşı. Çox sağ olun. Siz sağ olun müəllimlər. Görüşərik inşallah. Buyurun.